Herkese salam. Bugün sizlerle dim test toplusu kaldığımız yerden devam edirik. Arada bəzi midtermlərə görə boşluqlar oldu. Amma bacardığım qədər yəni çəkib qurtarmağa çalışacağam. Bugün işləyəcəyimiz yeni test toplusunun sətirlər, siyahılar, onlar düzənləmələr və funksiyaların ətraflı yazılı cavab tələb olunan tapşırıqlar hissəsidir. Gecə adəsi 2-yə qalıb 19 dəqiqə və maksimum dərəcədə sürətli bir şəkildə bitirməyə çalışacağam. Yəni bəzi yerlərdə ola bilər çox dərinə getməyim. Üstdən səthi götürmək anlaşıqlı olacağını düşünürəm. Yəni götürüb 5 dənə kod yazmağın mənası yoxdur bəzən. Klaviatur aralarında bir boşluq qoymaqla daxil edilmiş sətirdəki sözlərin hər birinin neçə simvoldan ibarət olduğunu tapıb çap edən proqramın Python-da yazın. Yəni belə götürməyə çalışaq. Onda S bərabərdir input split deyək buna. Tamam mı? Təzəffüzlə qalır. Split. Yəni boşluqlardan sözləri ayırdıq. Davamında sadəcə belə eləyəcəyik. Proqramdan kənara çıxmadan yazmağa çalışacağım ki, çoxsuna anlaşılır olsun. Bizim dərslərdə iştirak eləyənlər bilir ki, onsuz da daha fərqli formalarda yazırıq kodları. Yəni 7 parçaladı, parçalanmış hissənin hər biri ilə daxil oldu, hər birinin uzunluğunu çapa verdi. Klaviaturdan daxil edilən 3 rəqəmli natural ədədin. Burada səhv eləmirəmsə 3 rəqəmli desə belə, yəni səhv eləmirəmsə sözünü niyə deyirəm? Bəzilərinin yanaşma tərzində belə bir dənə mövzu var ki, tam ədəddən söhbət getsə mən mütləq bir surətdə girişdə int input yazmalıyam, yoxsa suala səhv yanaşmışam. Elə bir şey yoxdur. Siz onsuz da input yazırsınız. Int onun sonraki çevrilməsidir. İfadə edə bilərəm. Yəni ehtiyac qalmır ona. Birbaşa olaraq getməyə çalışacağam. Mənim eləyəcəyim nədir? Dəyəri götürməyə çalışaq. Nan bərabərdir. Başdan listə atacağım. Input. Yəni göz integer çevirməyimə ehtiyac qalmır. Burada deyirəm ki, sort. Yəni deyirəm, dəstəkdən çıxmadan eləyəcəm deyə. Reverse. Bunun bir sətirdə çox rahat həlli var onsuz da. Buradan da join. Məntiq nədir onu izah edeyim indi. Məsələn 120 daxil olsun. Deyirsiniz ki, onları hər birini siyahının, hər rəqəmini siyahının bir elementi olaraq qəbul elə. Azdan çoxa düz, tərsdən yığ. Azdan çoxa düzülmüşün tərsdən yığılmışı çoxdan aza düzülmüşdür. Və onları aralarına əlavə simvol qoymadan birləşdirib string halında çap elə. Bitdi getdi. Elementlər klaviaturdan daxil edilmiş n sayda tam ədəddən ibarət 2 eyni uzunluqlu siyahının qəbula getmiş bir sualdır və səhvdir. Gəlin belə götürməyə çalışaq ki, bizim siyahımızın biri belə olsun A, o birində B götürərik. Natural ədədlərdən ibarət olduğunu onsuz da bilirik də, düzdür. Və bunları deyək ki, input və split elədik. Nə cür daxil edilməyi ilə bağlı hər hansı bir informasiya verməyib onsuz da. Bir burada boşluq var, yəni sualın şərti özü çox boşdur. Bunu bir 5 cürdə fərqli cavablarla da almaq olur. Yeni siyahı deyil. Yeni siyahıya yaradılandan sonra daxil edək. For e in range. Onsuz da n ədədinin daxil olunmasından da bir şey danışmır. Sadəcə deyir ki, n sayda elementdən ibarət. Lena deyirik. Burada C-yə append eləyəndə bizim eləyəcəyimiz kateqorik olaraq budur. A-dan i-ci indeks elementlə B-dən i-ci indeks elementin integer vəziyyətlərinin cəmini alar belə. Print C. Bitdi getdi. Yəni bu tam düzgün. Sualı köhnə topluda da var idi, anar sualı. Ümumiyyətlə bu sual məntiqsiz, mənasız, hər hansı bir formada formatı daşımayan bir sualı, mənasızdır yəni. 16 kiloqram verib demirik, amilin çantasının kütləsi daxil edildikdən sonra bunların öz aralarındakı münasibət bizdə araşdırılacaq. Elə bir şey də yoxdur. Gəlin belə götürək, amildən başlayacaq bu 16 kiloqram. Çünki mənasız da, ciddi deyirəm. Amildən sonra yaltacaq keçəcək 2 dəfə yüngüldür. Yəni amilin dəyərinin yarısını götürəcək. Sonra burada anar gələcək və ən mənasız işi görəcək. Eltacdan da 5 kiloqram ağırdır bunda. Sonra bunların ədəd ortasını hesablayıb çap eləyən, nə bilim, nə. Amil plus eltac. Mən elə bu qədər mənasız sual görməmişdim. Ciddiyəm, toplunun ətraflı yazılı cavab tələb olunan tapşırıqlarında 6-ya bölünürmü sualı var. Yəni daxil edilən ədədin 6-ya bölünüb bölünməməsi. O sual bundan daha mənalıdır. Ən azından daxil etmə var, burada yoxdur. Yəni mən burada əllə belə yaza bilərdim da 16-dır, 8-dir, 13-dür. 16, 8, 13 toplayıb mən heç bölə bilməyəcəm mi? Belə sual mı olur?
Keçdiyi növbəti klaviaturada daxil edilmiş n sayda sətirdən ibarət A siyahısının elementlərinin uzunluqları cəmini tapıb çap edən proqram patilə. Deməli, ümumi cəm lazımdırsa bizə hansına başdan 0 götürək. A siyahısının elementlərini elə birbaşa giriş eləyək. Input split. İndi gəldik bura. Bunların hamısının cəmi lazımdır bizə. Hansı bərabər hansı üstə gəlimi? Len ilə. Bitti. Sual bitti. Yəni deyirik ki, bunları parçala. Parçalananda bir siyah əmələ gələcək. Siyahının içərisindən elementlərindən giriş elə. Burada deyirik hər elementin uzunluğunu tap və onu ansənin üzərinə, dəyərin üzərinə gələ və sonda o içəridəki alınmış elementlərin uzunluqları cəmi çapa getmiş olacaq. Keçdiyi növbəti suala deyir tərkibində bir simvolları olan bunları bir əvəzləyən. Tamam, belə bir şeydir bu. Bu bir sətirdə yazıla biləcək sualdır. Və biz deyirik input və burada replace metodunu çağırırıq. Biri deyir ki, birdən əvəz elə. Replace metodu hamısını birdən əvəzləyir. Hamısını. Yəni bütün bu bir simvollarını birə döndərir. Sanki belə bir vəziyyət qatladan eləyim daha yaxşı başa düşəsin. 1, 2, 3 olsun. Bu 1 olacaq. Amma daha qəşəngdə bu 1, 2, 1 eləyək. Görəsiniz ki, birləri xüsusi olaraq dəyişdi. Klaviaturadan daxil edilmiş n sayda 2 rəqəmli ədədlərdən ibarət A siyahısının rəqəmlərinin cəmini özündə saxlayan Y siyahısı. Sualın şərtində səhvlik var. Qeyd olunmalı olan buydu. Aralarında bir boşluqla ayrılmış natural ədədlərdən ibarət sıra daxil edilir. Hər ədədin rəqəmləri cəmini gəldikləri ardıcıllıqla özündə saxlayan Y siyahısını çapa verin. Ya da ki, yeni bir siyahını çapa verin deyilməlidir. Məsələ burasındadır ki, bunu biz nə cür eləyə bilərik? Fərqli yollarla eləmək olar. Y qıraqda saxlayacağım. Və bu arada kodları ran eləməməyimin səbəbi vaxt çox getməsini biraz sürətli qeyd edirəm. Body in input. Yəni, fərz edirəm ki, A siyahısı məndə qıraqdan daxil edildi. Və natural ədədlər də deyir, tamam, mən string formasına baxıram elə buna. String formasına baxanda məndə burada temp value'su götürəcəm ki, rəqəmləri cəmini bunda saxlayım. Rəqəmləri cəmini saxlayanda for g in i deyirəm. Yəni, belə bir şey düşünün. Sizin siyahınız bu dəqiqə budur. Məsələn, 17, 4448, belə gedir. Və siz stringdən içəriyə girmişsiniz. Stringdən içəriyə girəndə artıq sizin i dəyəri stringə bərabər. For g in, siz bu dəqiqə stringdən giriş elədiyinizə görə avtomatik olaraq g-nin birinci dəyəri string 1, sonra string 7 olacaq. Burada bizim elədiyimiz, yəni rəqəmləri cəmini blok sxemdə işləmiriksə, çox rahat formatda belə götürə bilərik. Temp üstə gəlinmiş integer value g. Bunu eləyəndən sonra sadəcə olaraq y upon temp value gətirirəm. Davamında deyirəm ki, print y value çap elə. Bu niyə getdi, onu da bilmədim. Gəldik bura. Sonra bizə deyir, aralarında bir boşluq simvolu olmaqla daxil edilən cümlədəki sözlərin sayını. Bunu kəsik metodu ilə eləmək də olar. Məncə daha rahat görməsi asandır. Məsələn, belə götürək. Bir vərəqə, bir kəsik atsaz, 2 hissə çıxır. 2 kəsik atsaz, 3 hissə çıxır. Sözlər də boşluqlarla kəsilib. Yəni, hər boşluq kəsə-kəsə gedir. İndi, İki sözün arasında bir dənə boşluq var. Üç sözün arasında iki boşluq var. Deməli, boşluq sayımı tapıb bir üstünə gəlsəm, sual əlli olacaq. Print input nöqtə count metoduna çağıraq. Buradan belə üstə gəlmiş bir. Bu qədər ağlı gələsi bir şey olmadığına görə əksəriyyət bunu belə eləyir. Input splitdən sonra split. Bunu götürüb len-ə salır. Bunu len-ə salır. Yəni, sözləri ayrı, sözlərin sayına baxır. Ola bilər, yəni ikisində də problem yoxdur. Burada deyir ki, olmayan. Unikalda ananas sözünə baxsaq, ananas. Ananas. Deməli, fikir verin, A 2 dəfədir, N 2 dəfədir, A da 3 dəfəymiş. S unikal formatda bir dənə qalıb. Biz burada belə eləməliyik. Sadəcə və sadəcə təkrarlanmayanların sayına baxmalıyıq. Hansı bərabərdir 0-dan başlayırıq. For. Burada yadınızdan çıxsa nə isə əlavə eləmək. Gələ biləcəyi ardıcıllığın yanına götürüb belə deyə bilərsiniz. S bərabərdir input. Bunu götürdük.
in s deyirəm və burada eləyəcəyim bəsit bir məntiq var. If s nöqtə count i, yəni giriş elədiyim, məsələn birinci a ilə giriş eləyəcəm. Giriş elədiyim element s-in içərisində bir dəfə təkrarlanıbsa, bunu qırmızı eləyək ki, gözə daha yaxşı görünsün. O zaman baş verənlər belə olacaq. Bir dəqiqə. Eyniliklə birə bərabərsə. Hansısa üstə gəlinmiş, hansısa tam qəbul formatında yazaq, yaxşı. Print hansısa. Düzdür, o birlər də qəbul formatında, yəni çıxmaq istəməm. Bu getdi. Yəni bəsit, aydın bir kod deyirsiniz ki, S-dəki hər bir simvolun S içərisindəki sayı 1-ə bərabərsə, yəni bir dəfə yazılıbsa, o zaman hansını bir vaydadır. Yəni hər bunda hansı artırsa, sadəcə bunların sayına baxıram. Elementləri sətir tipli olan siyahının ən böyük uzunluqlu elementinin neçə simvoldan ibarət olduğunu tapıb çap edən proqrama Python-a yazın. Bir sətirdə yazmaq olar bunu, amma baş qarışıqlıq olmasın deyə göstərməyəcəm. Məs kitabıma da əlavə eləmişəm o hissələri. Sadəcə olaraq məsələn nəyisə qısa yazanda və s. eləyəndə götürüb ChatGPT-də ya hardasa yoxlatmaq yerinə şərhlərdə belə bir şey gəlir. Yəni göstərməyə də bilirəm də, yəni göstərməyəcəm də. Çox sürətli getdi, heç nə başa düşmədim. Qardaş, mən olsa sənə onun uzun yolunu göstərirəm. Qardaş, yəni şey çıxır, cinsiyyəti qadın olanlar da var, xanımlar da bizə baxır. Ümumi olaraq danışdım. Cinsiyyət seçkili eləmirəm. Yəni mən ümumi olaraq bir dənə də versiyanı göstərdim. Onu göstərmişəmsə, deməli mən sənin başa düşəcəyin bir şeyi göstərmişəm ki, davamında onu göstərmişəm. Məcbur deyilsən hər gördüyünü yadda saxlayasan. Bir şeyi yadda saxla, tətbiq eləyə bil, bəsin. Yanında burada belə eləyəcəyik. Ən uzunu tapacağıq və ən uzunu burada artıq tracking metodundan istifadə eləyəcəyik. Elementin neçə simvoldan ibarət olduğunu tapıb çap edən. Yəni tracking metodu belə götürməyə çalışaq. Ən uzun elementi hansısa yox burada. Max element deyə başdan element. Bunun bu olduğunu fikirləşək. Hansısa bərabər neçə simvoldan ibarətdir? Başdan 0 simvoldan ibarət olduğunu düşünək. Yaxşı. Heç buna ehtiyac yoxdur. Max elementi belə birbaşa hansı bəsimizdir. Burada deyirik ki, for i in input siyahının elementlərini götürəcəyik. Və bizim eləyəcəyimiz çox bəsit bir məntiq var, başqa işlənəmir. Hansısa bərabərdir max, hansısa vergül, len i. Və nə deyirik? Daxil, bu dəqiqə baxdığımız sözün uzunluğu bunun uzunluğundan çoxdur. Yəni ikisindən hansı böyüksə də hansısa da o qalacaq. Yəni davamlı olaraq ən böyüyə gedəcəksiniz. Buradan print hansı. Əgər belə başa düşmürsünüzsə, alternativi kimi belə vermək olar. Deyirsiniz ki, dəqiqə niyə belə oldu? Deyirsiniz ki, if hansı kiçikdirsə leni, bu əgər daha böyük dəyərdirsə də hansı bərabərdir leni. Bunu kimsə deyə bilər, başqa dəyişəndə saxla falan filan, optimallıq axtarmırıq. Yəni əl gəlişi yazdım, getdi. Elə çətin deyil. Düzdür, daha böyük gördükcə daha böyük qaçır. Bayaqkında da elə elədik də. Hansısa ikisindən böyük olanı götürəcək. Bitdi, getdi. Bir sətirlik kodu var onu. Düşünün indi vəziyyəti. Neçə simvolda ibarət olduğunu tracking elədik. Klaviaturadan bu köhnə topluda da var. Birbaşa yazmağa çalışacağım bunu. Deməli məsələ nədir? Ərəyi götürək biz int nə yazsaq? Input split və bu splitdən sonra eləyəcəyimiz belə bir şey var. For i in range burada len array. Məsələ nədir? Bir şey deyim sizə. Baxın, sizin al sənə siyahı. Bax, bu birinci sözdür. Bu ikinci sözdür. Bu üçüncü sözdür. Amma siyahıya biz bunu salanda, məsələn bu formatda. Bu sıfırıncı indeks, bu birinci indeks, bu ikinci indeks element. Aydındır. Deməli, mənim indeks sayımdan bir vahid çox çıxacaq. Sözün sıra nömrəsi. Ona deyəcəm ki, for i plus 1. Burada Azərbaycan klaviaturasını keçirməmək üçün. Words 1, 2. Məsələn, burada eləyəcəyimiz nədir? 1, 2. Array'in birinci elementinin count nələrin sayını istəyir? W. Tamam mı? Yəni bu qədər. Nə bilim bu Windows, View, W.
1, 2, 3. Daha o qədər uzatmadım. Ekrana sığışacaq qədər də yazmağa çalışdım. Yəni məntiqə başa düşdünüz, bəsit. Deyir ki, bu indeksdəkinin içərisindən tap çıxart. Bəziləri bəzən bu dil işləyən nöqtə olur deyib, belə bir şey yazmaq olarmı? Sənə nə lazımdır? Nöqtənin sağında string olmalı. Sən də siyahıdan element çağıranda elementin öz tipində qayıdır. Avtomatik stringə baxırsan, bitdi getdi. Bunları elədi. 138-ə baxırıq. Sual asandır. Hətta bayaqki sualla eyni. Deyir ki, rəqəmləri çoxdan aza doğrudur. Birinci sual izah elədiyim 127-ci sual olmalı idi, səhv eləmirəmsə. Eynilikdə izah eləməyəcəm bunu. Klaviaturadan daxil edilmiş en sayıda noktalı ədəddən ibarət siyahının elementləri içərisində bir rəqəminin istifadə edildiyi ədədlərin sayını çap edin. Gəlin belə eləməyəcək göstərək. Deməli, burada answer deyək, bərabərdir 0 deyək. For i in input split ki, bunun nöqtəsi niyə yeyildi? Bunun içərisində elədiyimiz sadəcə budur. Biz deyirik if i nöqtə find. Bax, hər bir elementi stringdən çıxartmayın. Diqqət edin. Məsələn, deyirəm, 447 kimi qalacaq burada. 186, 168 olsun fərqlənmir, belə gedəcək. Bu avtomatik olaraq 247-yə baxırdı ya, bunun özünün tipi stringdir. Deməli, stringin metodlarını tətbiq edə bilərəm, hansı ki, find stringin metodudur. İndi gəlin bura. Bunu eləyəndən sonra nə deyirəm ki, deyirəm fərqlidirsə mənfi 1-dən, yəni tapıbsa. Tapmayanda mənfi 1 qaytarırdı. Hansısa bərabərdir, hansısa üstə gəlmiş 1. Deməli, sayı artırıram. Yəni, tapmışam ki, içində bir işlənən bir ədəd var. Qutardı getdi. Yəni, qorxmayın, sizə girişdə adının nə verilməyindən asılı olmayaq. Emal nəticəsinə baxırıq biz. Emal nəticəsi sizdə üstə düşürsə, problem yoxdur. Tamam, burada rəqəmləri yox eləmək, regular expression eləmək olar. Məsələn, kimsə belə eləyə bilər ki, from the import, məsələn, deyirəm də, find all-la da vermək olar, substitute-la da vermək olar bunu. Find all-la eləyəndə biz belə bir şey eləyəcəyik. Bu siyahı qaytaracaq, orada join ilə birləşdirmək olar. Məsələn, burada göstərsək ki, find all, raw text olaraq götürməyə çalışacağıq ki, burada deyəcəyik ki, decimaldan kənar olanları götür və burada input-a ver. Input-a verdiyimizi götürsək, məsələn, belə bir şey eləsəydik, burada görəcəksiniz ki, rəqəmlərdən qıraq şeylər qalır. S adı, sad, as, da. Heç bilməm nə yazdım. Sad, as, da olub. Nəysə, bunu elə kopyalayaq. Məsələn, bunun sadəcə və sadəcə olaraq gəlişi gözəl bir vəziyyətinə salırsınız. Bu vəziyyətə düşür. Nöqtə join. Bayaqkən yazsınız, belə bir şey çıxacaq. Belə bir həllə ehtiyac varmı? Yoxdur. Heç mənə girmirəm də. Subla da eləmək olar ki, pattern-ı verəcəyik. Hansı pattern əvəzlənməlidir, nəyin içində əvəzlənməlidir. Amma mən ehtiyac duymuram. İndi məsələ nədədir? Sualın həllinin bəsitliyi üçün əslində sadə müqayisə əməliyyatlarından istifadə eləməklə, bir də notdan istifadə eləməklə eləmək olar. Bizim burada götürəcəyimiz belə bir şey var ki, boş string gətirməklə eləyəcəm. Mən nota eləmədən, dərslikdə mən bildiyim qədərilə Pythonda not yoxdur, SQL-da var. Onda belə eləyəcəyik biz. Daxil edilmiş dəyər üçün bir hansını götürək. For i in input. Yəni maplə də, comprehensionla da biz olimpiad suallarının izahında geniş tətbiqləri göstərmişik. Yəni burada götürüb formazonluq olsun deyə qısa kodları yazmaq istəmirəm. Mənası da yoxdur. Əksəriyyətin başa düşəcəyi, standart tətbiq eləyə biləcəyi, dərslikdə, kitabda gördüyü, yadılğamadığı şeylərlə getmək məncə məsləhətdən doxunaqlıdır. Bu deyəcəyimiz belə olacaq. Bir şey diqqət yetirin. Deyirəm ki, ASCII sıralamasında əgər mənim bu dəyərim budursa da, birbaşa notsuz vəziyyətdə nə edirsiniz? Deyirsiniz ki, i bərabərdir dırnaq. Və diqqət edin buna. Hansı bərabərdir, hansı üstə gəlmişik. Nə deməkdir? Əgər ki, sənin rəqəm simvolun varsa, onu artıq yox kimi qəbul elə. Yox kimi. Bu deyilsə, özü kimi qalacaq. Düzdür? Yəni, mən əslində qalanda bunların hər bir simvoluna baxıram, buna yox kimi baxıram. Çünki bu texnika sonradan bizə çox lazım olacaq. Hətta artıq çox lazım olacaq. Nəticə ilə. Çox bəsit, oxunaqlı, aydın bir koddur. Rahat. Keçdik növbətiyə. Bizdən tələb olunan nədir? Klaviaturana daxil edilən sətirdəki hər bir dəqiqə simvolun yalnız birini götürməklə yanaşı çap edən proqram partilinə yazın. Gəldiyi ardıcıllıqla mı deyib? Gəldiyi ardıcıllıqla deməsə setə salmaq olar. Qəbula belə bir dənə sual getmişdi. Yaxşı, bunu dərslik səviyyəsində yazaq.
Bunu götürəndən sonra biz də answer'ı götürüb boş string. Bu deyəcəyimiz budur. For in. Buna ehtiyac yoxdur. Belə yazmaq olar. Answer bəsimizdir. Bunu belə eləyəndən sonra bizim eləyəcəyimiz sadəcə bu xarakteristika və başqa heç nəyə ehtiyacımız yox. Bir if answer.find if bərabərsə -1, yəni içərisində yoxdursa da tapılmasa ya da countla da yazıb bərabərdir 0 da verə bilərsiniz ki, tapılırsa sayı 0-a bərabərdir. Answer bərabərdir answer üstə gəlmiş i. Bu nə deməkdir? Yəni mən görmədiyim bir elementi əlavə edirəm. Deməli bir dəfə əlavə eləmiş olacağam da. Görmədiyimi əlavə edirəmsə içəridə varsa ikinci dəfə əlavə olmayacaq. Sən belə bir şey götürməyə çalışan. Deyək ki A, B olsa, məndə də bu elə boş stringdir. Bu A bunun içərisində yoxdur deyə mən A-nı əlavə elədim. A içərisində var deyə əlavə eləmirəm. B baxıram burada yoxdur deyə əlavə edirəm. Deməli hərəsindən bir dənə əlavə etmək üçün şans saxlayıram da. Yoxdursa əlavə elə, varsa əlavə eləmə. Artıq belə çıxır ki, var bir dənə var ola bilər də. Bəsitlik qurtardı getdi 141 idi. Bu klaviaturadan aralarında bir boşluq olaraq daxil edilmiş cümlədəki neçə sözdə ən azı bir dəfə S hərfinin istifadə olunduğunu, bu bir simvolunun olduğu söhbət deyir. Şimdi bunu yazmağa ehtiyac yoxdur. Yəni o bir simvolu olan sualı tapın. Necə ki mən 1 axtardım onun üçün. İndi S axtarasınız. 1-i S-dən əvəzləyin qurtardı. Yəni find S fərqlidirsə -1-dən, yəni içində varsa artırasınız. O sual tapın, artırın görəsiniz nə demək istəyirəm. Yəni orada verdiyim həll bu qədər unikaldır. Yəni hər hansı bir simvolla verilsə, çünki hamısına string kimi baxıram deyə içərisindəki hər hansı bir simvol tapa bilirəm. Ədəd kimi baxsaydım, while'lar və s. çətin olardı. Yəni burada təzədən sıfırdan implementasiya yazmalıydım. Elementləri klaviaturadan daxil edilən, hətta bir sınavsız sualdır. Bu da aşağıdakı. Bax, n sayda içərisində 1 olan o 1-i götürmə nömrəsi neçə etsə də 139. O 1-i S-dən əvəzləyin, qurtarır. Yəni eyni sualdır. Birə-bir eyni sualdır hətta. Haradaydı o? Bu. 142. Elementlər klaviaturadan daxil edilən ixtiyari n elementli tam ədəddən ibarət siyahının hər bir elementin öz indeksinə vurmaqla çap edən proqram patininə yazın. Belə gedəcək. Bir əriyi götürək. Input nöqtə split. Qoy elə bu da elə ki, belə qalsın, fərq eləmir. In range len əriyi götürək. Və burada eləyəcəyimiz belə bir dənə xarakteristik olacaq ki, biz i dəyərini integerdə əriyin i valuesuna vuracaq. Yəni ininci indeksdə duran dəyərinə vuracaq. Bitəcək, gedəcək. Hər bir elementin öz indeksinə vurmaqla çap edən bitdi, getdi. Gəlirik bura. Onsuz ki, tam ədədlərdən ibarət demişdə, yəqin ki. İxtiyari n elementi tam ədədlər. Klaviaturadan daxil edilən n sayda sıfırdan fərqli tam ədədi siyahıya əlavə edərək. Bu siyahıdakı mənfi elementləri, müsbət elementləri mənfi edib yenilənmiş siyahını çap edən. Mənfini müsbət mənfi eləyiriksə, məsələn, A elementi bizdə müsbət idisə, yəni təmizləyim. A elementi əgər ki, məndə müsbət idisə də mənfisi ilə, B elementi mənfi idisə də müsbəti ilə əvəzləyirəmsə, deməli, ixtiyari vəziyyətdə mənim arrayin ininci indeks elementi özünün mənfisi ilə əvəzlənir. Yəni, müsbəti mənfi müsbətlə əvəzləyir, ixtiyari vəziyyətdə. Onda array gələndən sonra mən burada eləyəcəyim, eyni kodun davamı kimi də yazmaq olar. Yenilənmiş siyahını çap eləyən deyir. Arrayin ininci indeks elementini bərabər eləyək x-də mənfi integer arrayin ininci indeks elementi. Mükəmməl, düzdür. Bitdi, getdi. Print array. Məsələn, burada belə bir şey eləyək. Oy. Gördüyünüz kimi əvəzlənir. Bəzilərində belə bir şey qalır ki, ürəklərində. Bu işləyər, işləməz. Integer burada dəyər qaytaracaq deyə mənfi onun üçün belə deyil, unar operator kimi işləyəcək. Yəni bir tərəfli operator kimi. Bir tərəfli operator kimi dəyərin tərsinin qayıtmasına xidmət edir. Ona görə problem yoxdur. Ürəyiniz rahat olsun istəyirsinizsə də belə bir şey də yaza bilərsiniz ki, oradan aldığınız dəyəri götürün mənfiyə vurun. Belə məncə ürəyiniz qat-qat rahatdır, deyirsiniz ki, 100% cavab düşür. Eyni məntiqə gəlir. Bu getdi. Elementləri klaviaturadan daxil edilən n elementli ixtiyari tam ədədlərdən ibarət siyahının hər bir elementin ilk və son rəqəmlərin hasilini çap edən. İndi bu əslində qanalda asandır. Səbəb nədir? Print. Biz ilk elementini onsuz da belə götürə bilərik.
Da buna ehtiyac yoxdur. Elə birbaşa bunu götürüb bura atsaq, çünki range ehtiyacım yoxdur. Mən burada position ilə iş görmürəm də. Burada deyirəm ki, i-nin 0-cı indeksindəki, yəni niyə? Çünki burada string kimi giriş eləmişəm deyə hər birinə. Stringin 0-cı indeksi birinci simvoludur. O birinci simvolu onun birinci rəqəmi olur. Əgər ki 145-ə baxın, ibarət hər bir elementi. N elementli tam ədəd, bir dəqiqə. Klaviaturuna daxil edilən n elementli ixtiyari tam ədədlərdən ibarət siyahının hər bir elementin ilk və son rəqəmlərin hansı? Sual səhvdir. Buradan aktual ədəd verməli. Çünki tam ədəddə vəziyyət biraz kritik olur. Məsələn, mənfi 27 olanda götürüb elə bunu 10 götürəndə 27 dedim, 17 yazdım olsun. Bu 3 verir ki, bunun son rəqəmi deyil. Burada çox kritik şeylər eləməlisən, string kim baxmalısan falan filan. Onda bunun qabağını ala bilmək üçün, bizim eləyə biləcəyimiz metodlardan biri mən belə düşünürəm ki, ABS integer i. Bu da artıq ürəyimiz rahatdır ki, biz budanca rəqəmlərinə baxırıq. Mənfi şəhərdən canımızı qutarırıq. Onda yenə də belə bir şey eləyə bilərik. Print. Integer dəyərə qaytarıram. String kimi baxıram i-yə fəzdən. Amma onun artıq 0-cı indeksini götürürəm. Bunu vururam i-nin son rəqəminə. Bunu belə eləyəndə biraz problemimiz var. Çünki əməl ardıcıllığına görə birinci i-yə vuracaq, sonra bunu götürəcək. Konkret olaraq bu şəkildə yazmalısınız ki, ürəyiniz rahat olsun ki, həm də. Məsələn, əməl ardıcıllığında vurma ilə bölmənin bir fərqi olmadığına görə soldan sağa birinci vurur, sonra bölür. Aydındır, qalğı götürmək üçün. Biraz oxunaqlıq aşağı düşüb başa düşürəm. Burada nöqtə saxlasaydınız daha rahat götürə bilərdiniz ki, o dəyərləndirmə nəzərdə edəcək. Məncə elə çətin deyil. Yəni mənfidən də canımızı qutarırıq an etibarilə. Deyir ki, elementləri klaviaturuna daxil edilən ixtiyari n elementli tam ədədlərdən ibarət siyahının hər bir elementinin həmin siyahının ən böyük elementi ilə cəmləməklə alınmış yeni siyahını çap edən proqram partiyalarına yazın. Məsələ siz nədir? Klaviaturuna daxil edilən ixtiyari elementli tam ədədlərdən ibarət siyahının hər bir elementini. Gəlin belə bir şey eləməyə çalışaq onda. Bu biraz yorucu olacaq. Amma olsun. Array bərabərdir input nöqtə split. Mənim niyə gözüm görmür bunu? Və buradakı hər bir elementi özünün integer qarşılığı ilə əvəz eləyər. In range 0 to array. Və burada deyək ki, array'in birinci indeks elementini integer array'in birinci indeks elementi ilə dəyişir. Comprehension map'dən də eləmək olardı, amma sürətli getdik mi? Yox. Amma oxunaqlı başa düşüləndir. Günün sonunda mən oxunaqlığa daha çox diqqət edəcəm burada. Səmərəliliyin başını buraxıb sadəcə belə eləyəcəm. For i in range. Yenə bunu eləməyə məcburiyyətindəyim. Niyəsini deyəcəm. Ziltıldan array. Oradakı hər bir elementi i. Çünki bunu eləməsəydim başda, mən heç vaxt bilməyəcəkdim ki, onun ədəd olaraq, integer olaraq ən böyüyü hansıdır. Array i üstə gəlinmiş max array. Bitdi sual. Yəni düzdür, 2 dəfə girişim oldu, amma eyni şey yazmış olduq burada. Birincidə integer çevirmək məcburiyyətimiz var idi ki, onu həll eləyə bilək, yoxsa vəziyyət axır olacaq. Gəlirik bula. Klaviaturadan daxil edilən müxtəlif simvollardan ibarət sətirdə olan rəqəm simvollarının hasilini, digər simvolların isə indeksləri cəmini çap edən proqram partiyalarına yazın. Onda indeks girib, o indeksdəki elementləri integer kimi götürməyə çalışacağıq. Onda belə olacaq. Digsums bərabərdir 0-a, amma index produktu burada 1-dən başlayacaq, tamam mı? Yəni indekslərin hasilini və rəqəmlərin cəmini saxlayırıq burada. Onda s bərabərdir input saxlayırıq. Burada deyirik for i in range, burada deyirik ki len s və burada bizim eləyəcəyimiz sadəcə belə bir şey var. Si onsuz da elementin özü mənə lazım olacaq mı? Bir dənə düşünüm. Olsun belə eləyək. If bizim rəqəm simvolumuzca da, məsələn si-ni deyək, bu bizdə olsun, rəqəm simvoludurmu? Rəqəm simvolu üçün onların hasili lazım idi mənə. Dig
as cəmi lazım idi. Dig sum üstə gəlmiş integer value-da s-nin özündən söhbət gedir. Və əks halda mənə onun indeksi lazımdır. Gəlin indeksdən davam edirik burada. Index prod bərabərdir index prod vurulmuş çox bəsitdir ki, birinci simvolunda belə çıxır ki, rəqəm deyil, hasilə 0 düşür deyə indeksləri cəmini. Bir dəqiqə, ibarət olan rəqəm simvollarının hasili, rəqəmlərin hasilini deyir. Rəqəmlərin hasilini deyir, simvolların cəmidir. Deməli, burada bizdə olacaq, burada cəm. İxtiyari vəziyyətdə 0 simvolu varsa, nə tərsə də cavab 0-dır. Və onda print, heç bilmirəm nə istəyir çapda. Simvollarının isə indeksləri cəmini çap edən, heç bilmədim ya nə istəyir ümumilik. Yəqin bunu istəyir çapda. Keçdiyi növbətiyə, klaviaturadan daxil edilmiş rəqəmləri müxtəlif natural ədədin ilk və son rəqəminin yerini dəyişərək yeni ədəd əldə edilir və ilkin ədədlə yeni ədəd müqayisə edilir. Böyük ədəddən kiçik ədəd çıxılaraq alınan nəticə çap edilir. Amma maraqlıdır ki, belə eləməyəcək göstərək bunu. Son rəqəmi götürmək asandır, ilk rəqəmi də götürmək asandır. Sadəcə dəstək səviyyəsində bunu nə cür eləyə bilərik? Yəni belə, s bərabər input götürək burada. S bərabər input olanda mənim eləyəcəyim belə bir şey var. Bu dash götürək, nə underscore deyirsin, nə deyirsin, hamısını belə şeylə. Burada deyirik ki, bunun sonuncusu lns çıxılmış 1 üstə gəlinmiş. Bunun sonuncusuna, yəni birincidən geriyə qalanı izah eləyəcəm nə demək istəyirəm. Məsələn, belə bir şey götürürəm. 1, 2, 3, 4, 5. Mənə deyir ki, bununla bunun yerini dəyiş, düzdür. Mən bunu götürürəm, sonra bu geridə qalanı götürürəm. Geridə qalan 1-dən bura qədərki hissədə. Sonra bunu bura gətirirəm, düzdür. İndi bu deyirəm birinci indeksdən başlayaraq len s çıx 1-ə qədərki hissənin üstünə S0 gəl. İndi bu aşağıda yazılandan inşa alınır. Görürsünüz, birinci simvol axıra atdım, axırıncı simvol qabağa atdım. Böyük ədəddən kiçik ədəd çıxılaraq. Tamam, bunun hamısını integerdə vermək olar. Onsuz da bunu bir də şey eləməyəcək. Integerdə bunu belə elədik. Burada boşluq simvollarını aradan yığışdırın. Bəlkə bit damcı, mitlik falan filan. Buradan da geçsəm öncə. Eləyi bəcər görünmür, düzdür. Burada deyirəm print, böyükdən kiçik çıxandan kimi müsbət qalacaq da, düzdür. Integerdəki s-dən çıxıram, s aşağıdan xəttim bitərdi, getdi. İndi gəldik, bura kiçik, bir dəqiqə. Son rəqəminin yerini dəyişərik. İstəyirsiniz bir də nümunə götürək, o da 1, 2, 3, 4, 5. Biraz belə qarışıq gələ bilər ki, məsələn, 2, 3, 4. Çıxanda burada nə qalır ki? Düz çıxıb da, hə. Deməli, böyükdən kiçik çıxanda burada 6, 4, 2, 1. Bu eləyir bizdə 6, 9, 9, 9. Bu da 3. Keçdik. Çay nə gözəl deyil. Bitdi mi? Bitmədi. Word operatorlarından istifadə etməklə siyasının elementlərin ədəd ortasından böyük olan elementləri ekrana çıxarın. Belə sual qəbula düşməyəcək qətiyyətdən demək olar. Yəqin ki, siyahı daxil edilməklə bağlı suallar olacaq. Bizim orada eləyəcəyimiz məntiq budur. Fərz edin ki, array var. Tamam, yəni bunun var olduğunu fərz edin. Və ədəd ortasını tapmaq da bəsitdir. Bizdə average array götürürsə, burada nə istəyirik biz? Rəqəmli simvolları cəmini, simvol sayını nisbətindən danışırıq. Hamısını içəridə cəmlə və sayına böl. Ondan sonra ədəd ortasından böyük olan elementləri ekrana çıxardan for i in array'dən danışırıq. İçəridə deyirik if i elementi böyüksə average array'dən, o zaman i elementini çapa ver. Bitdi, getdi. Bunu daxil etməsi ilə bağlı nəsə deyəcək. Yəqin ki, orada normal düzgün yazarlar.
Neçənci qəbulda artıq 3 qəbul gedib mən bildiyim qədərilə. 3 qəbulun hərəsində 2 ayrı imtahan, bir dənə bu il 2 dəfə oldu. Buna qədər də hər imtahanın özü də 2 dəfə idi. 8 oradan 2 buradan. 10 dənə müxtəlif imtahan olub. Hələ normal bunu tənzimləyə bilmirlər. Ümid edirik ki, burada tənzimlənər. Klaviaturadan daxil edilən müsbət tam ədədin rəqəmlərini əks ardıcıllıqla çap edən proqram. İndi müsbət tam ədəddə rəqəmlərin tərs ardıcıllıqla çapı belə bir problem yaradır. Biz məsələn 100 ədədini daxil eləsək, tərs ardıcıllıqla çap 001 eləyir. Yəni biz buna string kimi baxmaq daha yaxşıdır, nəinki o biri formatda. Hansı bərabərdir, buna belə baxacam. Dəstlik çərçivəsindən çıxmadan column operatorundan belə baxanda negative step məntiqi ilə mənfi bir yazıb da gətirmək olar. Amma biraz uzun yazacağım bunu. Input eləyəcəyim budur ki, void hansı bərabərdir mənim bu i dəyərimin üstünə hansını gəlirəm. Bax, fikir verin. Biz normalda hansı istiqamətdə yazırıq? Soldan sağa doğru. Yeni simvol sağa düşür, köhnə hissə burada qalır, düzdür? Yəni yeni cavabım köhnənin sağına bunu yazılmağına əmələ gəlir. Ərəblər nətər eləyir? Deyir ki, sağa doğru yazır. Yeni simvol bura düşür. Biz bu dəqiqə ərəblər kimi danışırıq burada. Deyir ki, ansənin atonun solunu. Print answer. Bilirəm ki, bəlkə də beyninə qarışdırıcı gəlir. Məsələn, 100 eləsək əslində, bax, əks ardıcıllıqla rəqəmlərini əks ardıcılıq çap edən proqramı. Demir, o rəqəmlərdən əmələ gələn ədədi. Yəni bu 001 çıxmalıdır şərtə görə, mən belə düşünürəm. Siyahının elementlərin ilk və son rəqəmlərinin cəminin 2 mislini hesablayaq. Bayaqki sualın eynisidir. O ilk və son rəqəmləri ilə bağlı bir nəsə danışırıq. Deməli, biz siyahının var olduğunu fərz eləyək. Siyahının var olduğunu fərz eləyək və bu siyahının elementlərin ilk və son rəqəmlərini nə cür çıxarda bilərik? Bu qəşəng bir sualdır. Onda belə eləyək. For i in array götürək. Deyək ki, ilk üçün first deyək hətta buna. First üçün belə bir şey eləyə bilərik ki, integer. Amma siyahının elementləri natural ədədmi olacaq, onu da bilmirik. Həqiqətən şübhəli bir şeydir. Absolute value da buna integer verib, i-ni salıb. i-ni deyək, bir dəqiqə, mən də danışıram. Bunu absolute value-dan sonra stringə salmaq lazımdır. Bir dəqiqə. Integer stringin içərisində absolute value burada 0. Çox belə qeyd etmək bir şey yoxdur, bilirəm, neyini? Mənfidən canımı qutaram, əgər orada hamısı natural ədədlərdirsə. Sonra deyirəm bunu string kimi bax, sonra string kimi baxandan sonra deyirəm birinci simvolunu götürəm. Ondan sonra elədiyim budur. Deyirəm ki, last one, o da ümid eləyirik ki, yenə də. Hətta bunu yazmamaq üçün gəlin belə eləyək. Buna i deyək. I bərabər absolute value i olsun. Ürəyim rahat olsun da. Burada dediyim bu olur ki, mənim son rəqəmimi götür. Print cəminin 2 mislindən danışır. Deməli, i first plus i last. Və burada istəyirsiz bir dənə göstərəm, başa düşəsiniz. Mənfi bunu belə eləsəm, bir də bunu belə eləsəm. Məndə 8, 16, 11, 22. Bu mənfidən canı qurtarmazsaz, sən qəribə bir şey göstərmişsə, başa düşəsiniz nə demək istəyirəm. Məsələn, belə bir şey göstərim. Python'da. Mənfi 9, 8, 6'nın bunun cavabı 4'dür. 6 deyil. Yəni, siz məntiqən bunu mənfidən azad eləmədiyiniz müddətcə gözlədiyiniz şeyi tapmayasınız. Bəs problemlərlə rastlaşasınız. Klaviaturdan daxil edən yeni səhifəsinin hərflərindən boşluqlardan ibarət olan sətirdə A simvollarını, B simvollarını A ilə əvəzləyək. Bunu yenə də R-dən, regular expression-dan istifadə edib, substitute-dan istifadə edib, A-ları və B-ləri A ilə əvəzləyərək həyata keçirmək mümkündür. Daha sürətli orada. Sub məntiqini istəyirsinizsə ayrı bir video falan çəkmək olar. Ki, məncə imtahana qədər də əzbərləməyə ehtiyac olası bir şey də deyil. Gecə saat artıq üçün yaşlı, ona görə eləmədən sürətli edəcəm bunu. Belə eləmək olar, hansı bərabərdir, biz bunu belə deyirik. Bunu belə deyəndən sonra eləyəcəyimiz sadəcə belə bir şey var. For i in input. Və giriş eləyəndən sonra bəsit bir yoldan bunu belə götürmək olar. Təbii ki, replacelərlə də eləmək olar, o həldə rahatdır. Biz başa düşülmür bəzən, ağla gəlmir, uşaqlar qarışdırır, 5 dəfə, 6 dəfə replace metod cavab qaytarır, qaytarmır, yaddaşda dəyişir, ünvanlar dəyişir, hamısını bir-birinə
qarışdırırlar. Ona görə belə eləyəcəyik ki, i eyniliklə adsa da i-ni b ilə əvəzlə elif i eyniliklə əgər ki b-dirsə də i-ni a ilə əvəzlə hansı bərabərdir. Yəni əks vəziyyətlərdə işlən eləmək hansının üstünə i-ni ilə özünü gəl. Yəni a olanda a yerinə b, b olanda bunu belə gələcək. Bəsit bir məntiqdir, ağla gələn. Gəldik bura, yəni qarışdırılası bir şey yoxdur. N elementi olan tam ədədlərdən ibarət A siyahısının elementlərin klaviaturun aracılığı daxil edilir və bu siyahının ən kiçik müsbət elementi ilə ən böyük mənfi elementinin cəmini çap edən proqram partiyalarına yazın. Ən kiçik müsbət element və ən böyük mənfi element. Çox maraqlı bir sualdır. Bunun üçün mən normalda uşaqlara qeyd etdiyim bir şeydən istifadə edəcəm. Dərslikdən bir damcı çıxacaq. Bir dənə bu sualda çıxacaq. Deməli, mənfi sonsuzluq və müsbət sonsuzluq anlayışı var. Çox sevdiyim bir şeydir bu. Və Pythonda da bunu belə də yaza bilərsiniz. Integerin qabağına necə ki mənfi atmışdıq. Belə eləyə bilərik buna. Bu bizdə floatda dırnağın içərisində infinity olaraq yazılır. Bu isə mənfi floatun içərisində float düz yazdım bilməm. Nəsə, bu da infinity olaraq gedir. Infinity bir maşın markası deyil. Bu da sonsuzluq deməkdir. İndi mövzu nədədir? Əgər mənim başlanğıc dəyərim, və nəyə fikir verməyə çalışırıq ki, A siyahısını daxil edir ən kiçik müsbət element. Bax, kiçik müsbətdən danışıram. Bu element məndə sıfırdan böyük olmalıdır. Tamam mı? Bu öz yerində. Və eyni zamanda daxil elədiyim x ədədləri varsa, yəni burada nə zaman dəyişmə gedəcək? Həmçinin mənim x ədədim əgər ki daha kiçikdirsə km-dən. Və bu şərti ödəməklə bərabər həm də x ədədinin özü də müsbət olmalıdır. Ya. Diqqət eləyin. X ədədim də bizdə sıfırdan böyük olmalıdır. Bu üç şərti birləşdirib belə bir şey yaza bilərəm. Sıfırdan böyük x ədədi var ki, mənim köhnə k müsbət dediyim ən kiçik dəyərdən daha kiçikdirsə, o zaman mən də deyəcəm ki, k müsbət həmin dəyəri götürsün. Yəni deyirəm, həm müsbət olan bir ədəd var, həm də km-dən kiçikdir. Deməli, müsbət olan ən kiçiyə doğru addımlayıram. Km bu nəticədən başlamalıdır. Sıfırdan böyük olan ixtiyari vəziyyətdə ən böyük dəyər müsbət sonsuzluqdur. Deməli, km müsbət sonsuzluqla başlamalıdır. Eyni məntiqlə də ən böyük mənfi ədəd bu müsbət yazaq. Müsbət. Ən böyük mənfi ədəd bizdə sıfırdan kiçik olmalıdır onsuz da bu. Ən böyük mənfi. Düzdür. Və eyni zamanda bizdə bir x ədədi olmalıdır ki, bundan böyük olsun. İxtiyari vəziyyətdə sıfırdan ən kiçik ədəd mənfi sonsuzluqdur. Düzdür. Onu buradan belə yazma olar. Biraz qarışıq gəldi biləm. Gəlin belə götür. Kiçik pozitiv bərabər olsun float infinity. Oyda nə gözəl xətlə yazdıq. Kapop yazmadığıma şükür elədim. Böyük bir dəqiqə. List largest ikisi də eyni cür gedir. Ona görə qalsın da. List largest minimum maksimum. Olsun. Minimum pozitivi götürəcəyik. Bir də maksimum negativi götürəcəyik də biz. O zaman bizdə olacaq float. Yəni də infinity. Burada eləyəcəyimiz məntiq çox bəsitdir. Çox bəsitdir. O da nə eləyəcəyik? For i in input nokta split. Girdiyi anda orada dəyişiklik həyata keçərik. İçəridə burada ehtiyac yox. Deyəcək i bərabərdir integer i. Burada qutardı. İndi eləyəcəyimiz budur. If baxın bu şərti götürürəm birinci. If ədədim müsbətdirsə, bir dəqiqə. Və eyni zamanda mənim minimum pozitivimdən daha kiçikdirsə, yəni ədəd müsbətdir və daha kiçikdir minimum pozitivimdən. Onda minimum pozitivindən kiçikdir ələk. İndi deyirəm ki, mənim maksimum negativimdən böyük olan bir x dəyəri, daha doğrusu böyük olan bir i dəyərisə, hansı ki bunun özü də negativdir. Yəni bundan böyük olan müsbət dəyər burada ödənməyəcək. Bax, bundan böyük və özü də negativdir.
Ona deyirəm ki, max negativ. Bizdə bərabərdir ya. Sual bitdi. Burada eləyəcəyimiz budur ki, minimum pozitivin üstünə gələcək maksimum negativ. Xəta payı yoxdursa da belə götürməyə çalışaq. 12, 35, 84, mənfi 87, mənfi bu. Bunların içərisində ən böyük mənfi 65, ən kiçiyi də budur. Bəli, cəmi 53 eləyir. İndi yəqin ki, çətin gəlmir məncə. Düşüncə olaraq da elə də çətin görünmür. Burada max mində bir şeylər eləmək olar. Bu getdi. Ümid edirəm asandır. Bir dənə şey fikri, klaviaturadan daxil edilən natural ədəddə olan 4 və 7 rəqəmlərini silərək digər rəqəmlərin ardıcılığı eyni saxlamaqla. O bir dənə sual var idi, götürmüşdüm. Simvolların içərisinə rəqəmləri silən, orada boşluqla əvəzləyirdim. Bu birə-bir eyni sual. Hansını götürürük? Burada eləyəcəyimiz bu. Deyirəm ki, for i in input. Bunu götürdüm. Götürəndən sonra eləyəcəyim budur sadəcə olaraq. If i ya da belə eləyək. 4 və 7 rəqəmlərini silərək. Buradan belə eləyək. Nöqtə find i fərqlidirsə mənfi 1. Yəni 4-ün ya 7-nin və bu i gələcək 4-dürsə də bir dənə indeksə sahib olacaq da ya 0 ya 1-ni götürəcək oradan. İndi çünki 4-7-dən başqa fərqli rəqəmlər də vermiş ola bilər. Artıq mən orada yoxlamalı idim ki, odları düzməkdənsə belə daha rahat gələcək. Başdan yer üçün deyirəm bunu. İni götürən boş stringlə əvəzləyirəm ki, heç bir şey yaramasın orada. Bu birində deyirəm ki, köhnə hansının üstünə ini gətirirəm. Yəni buradan da print hansı. Yəni burada deyirəm ki, yox elə onu. Yəni bunların yerinə boş string qoyur. O da görünmür avtomatik olaraq birləşdirəndə. Bitdi, getdi. O birlər də köz kimi gələcək. Klaviaturanın daxil edilmiş hərf və rəqəm simvollarından ibarət sətirdə hərf simvollarının öz indeksləri ilə əvəz edərək çap edən proqramın paternində yazılıb. Sual çox belə maraqsızdır. Hərf simvollarını gəlin belə eləməyəcək göstərək burada. For i in input. Deməli, rəqəm simvollarında özü kimi olacaq. Rəqəm simvollarında özü kimi qalacaq. Razıyıq. Daxil edilmiş rəqəm simvol, bir dəqiqə, hərf və rəqəm, hərf simvollarını öz indeksləri ilə əvəz edərək. Not işlətmək istəməm də, yəni bu dəstəkdən kənar ilə bu da qalsa bəs deyirəm plotda. Gəlin bunu necə eləmək olar, biraz düşünək, not işlətmədən. İzdicə, dizalpa falan biraz belə şey olur. Olsun, belə eləyəndə ikili məntiq prinsipindən istifadə etməyə cəhd göstərək. İkili məntiq prinsipindən istifadə edəndə nə edək burada? If deyirəm ki, o bayaq deyimiz söhbətə qaydaq. Bu idisə də ikili məntiqdə nə edirik? Yəni rəqəmdirsə də özü kimi qalmağı lazımdır mənə. Else vəziyyətdə, yəni nəsə yazmalıydım, bunu yazdım. Else vəziyyətdə bir dəqiqə, mən suala səhv yanaşmışam. Deməli, indeks lazımdırsa, siz hər zaman bunu indeks ilə giriş eləməyə məcbursunuz. Yəni, deməlisiniz ki, bu girdi və burada SI, onda SI ilə əvəzləsin. Yəni, bunu. Əks halda ana gözəl oldu. Deməli, bu rəqəmdirsə belədir. Əks halda string kimi ilə. Hə, nə gözəl oldu, bax. Yəni, mənim bu indeksdəki şeyin elementi lazımdır rəqəmdirsə, əks halda onu birləşdirilmişik. Bərabərdir, üstə gəlmişik. Nə gözəl oldu, bax. İkisində də boş bir şey eləmədim. Həm onu yoxlayanda çox belə keyfiyyətli alındı. Buradan da belə. Gözəl, çıxdı, getdi. Yes, bitdi. Burada qorxmayın, nöqtəli vergül atın yanına yazın. Yəni, qorxulu bir şey olmur onda. Buradan gedirik. Bizdən tələb olunan nədir? Fevral 30 ədəd may 40. Nə? Uğurlu ay yoxdur. Bir dəqiq. Elektronika mağazasında ilin ilk 6 ayı ərzində mən niyə yanvar, fevral, mart, aprel, may kimi mənasız bir şey yazmalıyam ora? Yəni burada marketrə
Ma Mount yazılırdı mı? Mont yazılırdı deyəsən. Məncə düz yazdım. Deməli, burada götürək January, February, March, April, May, July. Məncə bunlar belə gedir. Nəysə, bunlar da belə. Fevral niyə elə alındı? Heç özüm də bilmədim. Möcüzələr ayı, fevral. Sığışdırdım. Məndən nə istəyir? Aylar üzrə daxil edilir. Əgər cari il ərzində hər hansı ayda olan satış miqdarı özündən əvvəlki və özündən sonraki aydan yüksəkdirsə, birinci və sonuncu ay istisna olmaqla belə aylar uğurlu hesab olunur. Pythonda elə proqram yazın ki, uğurlu ayın adı və həmin ayda satış miqdarı çap edilsin. Əgər uğurlu ay yoxdursa, uğurlu ay yoxdur. Allahım sən mənə səbir ver. Allahım sən mənə səbir ver. Deməli, input split 40 in range. Çünki burada range niyə girir? 6 dənəsi buradan giribsə, bundan indekslərə eyni olan bir şey çıxacaq. Buna görə eyni indeksdə həll eləməyə çalışırıq sualı. Tamam. Köhnə topluluqda olan bir sualdır və burada diqqət eləməliyik. Birinci ay və sonuncu ay istisna olmaqla deyir burada. Diqqət eləyin. Əslində January-dən biz June-u çıxarda bilərik. İndi onu çıxartsaq da ki, artıq biz hüküm məntiq işlətməliyik. Bir dənəsi çıxıb deyəm, məcburan mən bir çıxılmışdan eləyəm, olsun. Yəni bu birə-bir üstə düşən vəziyyətdir. Burada mənim elədiyim budur. Deyirəm ki, if əvəyimin i çıxılmış biri mənim bir dəqiqə nə deyir? Əgər sonraki aydan yüksəkdirsə, hə, tamam. Əvəyimin ininci ayı və bunun özü də məndə yüksəkdirsə, əvəyimin i üstə gəlmiş birinci ayından. Onsuz da belə oxuna da birinci bunu oxuyursunuz. Deyirsiniz ki, bu bundan yüksəkdirsə və bunu oxuyursunuz sonra. Böyle bu şəkildə oxunur. Və bu da bundan yüksəkdirsə, onda bunu bizdə print montıq xanlaq montağına əvəyi oy. Və burada bir dənə flag verməliyik ki, bizim xəbərimiz olsun ki, burada elə bir ay olub ya yox. Məsələn, burada flag verirəm. Bunu deyirəm ki, 1 olsun. Burada flag'ı bağlayıram ki, 0 ilə. Burada deyirəm if flag equals 1. Yəni, hələ də buysa da print nə deyək. Burada necə idi? 20'dir, 30'dur, 25'dir, 30'dur, 35'dir. Fevraldan may deyir. Yəni bunlar daha çıxdı. Bunu eləməsə problem nə olacaq? İçəridə çap eləməyəcək, amma xəbərimiz olmayacaq çap olub olmayıb. Bizim bu elədiyimiz şey belədir ki, o çapda dəyər dəyişir deyə avtomatik olaraq bunu tənzimləyə bilirik. Breakdən istifadə edir bəziləri. Bu daha səmərəli gəlir mənə. Yəni bəzən breakə ehtiyac yoxdur, çünki hamısı qurtarmalıdır, ondan sonra çıxmalıdır. Məsələn, break olsa fevraldan sonra işləməz o. Və break atsız fevraldan sonra işləməyəcək. Amma bizə elə bir şey lazımdır ki, əmin olaq ki, işə düşüb bu və işə düşdüyü andan etibarən də bunu götürək. Məsələn, belədir, 20'dir, 25'dir, 25'dir, 30'dur, 40'dır, 43'dir. Danışıqdır. Məsələn, əgər bunu mən breaklə əvəzləsəydim, break məntiqli olsaydı, fevralda bu takk atacaqdı, çölüm, mənasız qalacaqdı. 56 getdi. Ümid edirəm ki, tez qutara biləcəm, çünki gecə saat 3-dən əvvəl evə getmək istəyirəm. Klaviaturadan daxil edilmiş şərtini ödəyən A və B natural ədədləri üçün parçasındakı bütün sadə ədədləri çap edən proqramı Python ilə yazın. Deməli, burada gəlin bir definə yazaq. Məncə daha rahatdır definə. Nə qədər səmərəsiz olsun kodumuz. Bax, 2-dən böyük olduğuna görə mənim ürəyim rahatdır. 2-dən böyükdürsə, gəlin belə bir şey eləməyəcək göstərək. Deyək ki, for i in range ədəd 2-dən böyük olduğuna görə mənim ürəyim rahatdır avtomatik olaraq.
For i range. Burada deyirəm 2-dən n-in özünə. If n, yəni bölündüyü bir şey varsa avtomatik olaraq return'da bizə qaytar 0-ı. Burada qutaranda return'da qaytar n-in özünə. Tamam mı? Və eləməli olduğumuz şey nədir? Hətta bunu belə də eləmək olar. Print n-in özü burada olsun. Bu funksiyada birbaşa olaraq göstəririk ki, burada return'da sadəcə dayandırıcı kimi istifadə edə bilərik bunu ki. Qabağını heç yazmasınız, yəni işləməyəcək də bundan önə getməyəcək. Biraz fərqli bir formasını göstərim deyir. Məsələ nədir? A-nı B-ni daxil eləyək. Int input. B-ni daxil eləyək. B bərabər int input. Və bunu daxil eləyəndən sonra deyirik for i int range-də götürürük. A-dan B üstə gəlmiş bir mükəmməl vəziyyətdə range açırıq. Çox ideal görünür, düzdür. Beynimiz artıq qarışdı. Nə edəcəyimiz? Burada eləyəcəyimiz sadəcə budur. F-ini işə salıq, qutar. Desək ki 10, 20, 11 bu şəkildə. Bir dəqiqə. 10-20-dən sonra, bu bizim daxil elədiyimiz hissədir. Buradan başlayır. 11, 13, 17, 19 dəyərləridir. Kimsə deyə bilər, bu çətin gəlir mənə. Bunu nətər eləmək olar ki, daha sadə olsun. Maraqlıdır. Bu daha rahatdır əslində. Yəni dəyər qaytarma çap olunur. Çünki break işlətmədən, proqramdan çıxmadan ən sadə budur. Yəni çox zaman def görəndə bir dünya aləm elə bir dəyişir onun üçün. Burada belə bir şey eləmək olar. Bunu belə necə eləmək olar ki, həm proqramdan çıxmadan götürək, həm də belə. Bu i yox, avtomatik olaraq bir j olmalıdır. Burada bir i dəyəri qalmalıdır. Burada bir i dəyər olmalıdır. Burada bir j dəyər olmalıdır. Burada bir i dəyər olmalıdır. Deyirsiniz ki, 0 i parçasında i daxil deyil. Bunun böləni varsa, onda i bərabərdir 0 eləyək. Böləni varsa. Onda bunu belə eləyək. Deyək ki, if i fərqlidirsə 0-dan, həm breaksiz işlətdik, həm də ki, normal tənzimlənmiş formadadır. 20. Biraz balqabaq bir koda oxşadı, amma eləmək olar. Yəni, sizin dediyiniz nədir? Artıq burada flag məntiqini işlədirsiniz. Flagla deyirsiniz ki, bu vəziyyət ödənməməlidir. Qalan vəziyyətlərdə çap elə. Rahat bir koddur həm də gördüyünüz kimi. Sadələrin yoxlanışı üçün. Yəni, ədəd onsuz sadə kimi sizə lazımdırsa, onun mürəkkəb vəziyyətlərində nəyə bərabər olduğuna əhəmiyyəti yoxdur. Ona görə mürəkkəb olduğunda, yəni nəyəsə bölünübsə 2 ilə özünə qədərki halda 100% mürəkkəbdir. 2-dən böyük ədəddən söhbət gedir. Onu nəyə dönüşdürməyəsin və əhəmiyyəti yoxdur. Yəni deyirik ki, dönüşülməyibsə, yəni 0-dan fərqlidirsə, deməli sadəymiş. Ümumi 9 sətirdə falan həll eləmək olur. Belə bir şey gedir. Daha optimal kodlar falan varmı? Var, amma bizə lazımdır mı? Yox. Klaviaturana daxil edilən sətirdə olan rəqəmlərin cəmini çap edən. Bu arada yəni mən maksimum dərəcədə çalışıram ki, şeydən istifadə edeyim sizə. Dərslik çərçivəsində olanlardan. Məsələn, bunu da təbii ki, biz find all-la eləyə bilərik. R-dən istifadə edib, bir əmət verib, integer çevirib, sum atarıq, bir sətirdə qutaraq. Amma bizə o lazım deyil axı. Bizə lazım olan budur. Yəni, yoxdursa da 0 çap olunmalıymış. Hansı bərabərdir 0-dır. For i in. Diqqət eləyək. Bunun çox fərqli yollarla eləmək mümkündür. Mənim eləyəcəyim sadəcə bu. Deyirəm ki, if ən bəsit yollardan birini göstərək. Oy. Hansı bərabərdir, hansı üstə gəlmiş integeri. Rəqəmlərinin cəmi gedəcək. Və buradakı ilə birə-bir indi. Məsələn, 2, 3, 8, 6, 9, 19. Yəni, burada da eyni məntiq işləyəcəkdir ki, bura düşübsə, onu integer kimi gətirəcək. Görürsünüz, bəsitdir. Eyni kodları təkrar yazırıq çox vaxt. Klaviaturana daxil edilmiş çox rəqəmli noktalı ədədin ən kiçik rəqəmi ilə ən böyük rəqəmini, cəmini tək və ya cüt olduğunu çap edən. Baxın, diqqət edin. S bərabər input götürək. Burada indi S max min deyək. Tamam mı? Max mində belə eləyəcəm mən burada. Integer dəyərdə max S
Düşünməyin ancaq siyahıya aiddir. Elementləri olan hər şeyə aiddir. Eyni tipdədirlərsə də onun maksimumini qaytara bilir. Bunların rəqəmlərinin cəmi. Bilirəm, bəziləri bizə bu dəqiqə gəlir ki, yox artıq. S max min cüddürmü? Print Ivan. Çünki cüddə bir hərf var. Azərbaycan klaviaturasını keçirmək istəmirəm. Burada biz nəsə belə bir şey eləyək. Bu cüddür. Nəsə 5-dən başlayıb. Bir dəqiqə. 5, 4, 8, 6, 1, 3, 7. Nəsə bu da o. Birlərdə də başa düşəcək ki, normal işləyir. Ürəyinizdə elə problem varsa ki, ay Allah, bunu birdən götürməzlər falan. Elə söhbət yoxdur təbii olaraq. Elə qorxunuz varsa götürün bunu siyahıya atın. Ürəyiniz rahat olsun ki, siyahıda maks işlədə bilirsiniz. Qutardı. Dəst çərçivəsində başından sonuna dəst çərçivəsində tutaq. Klaviaturadan daxil edilən sətirdəki bir də mən baxım hələ video qeyd gedirmi? Video qeyd gedir və 1 saatda danışam. Aslında pis gəlməmişəmiş. Klaviaturadan daxil edilən sətirdəki A simvollarını ardıcıl ən çox sayı çap edən proqram patilə yazın. Bunu V-də çox sürətli eləmək olar. Belə bir şeyə dönür onda. From regular expression, import, find all, substitute eləmək olar ki, A-dan fərqlərlər var. Nəsə, oradan da girməyək. Onda print eləsək, birbaşa max, len max yazmaq olar, amma yəni lenin içində max işlədəcək, ardıcıl getməyə çalışır. Nə edirik biz burada? Deyək ki, rotex işlədəcək. Rotexin içərisində deyirik ki, alar ardıcıllığı olsun. Alar ardıcılığı olanda deyirik ki, inputdan götürək. Məsələn, bir dəqiqə find all f. Və niyə elə alındı? Deməli, A, A, B, 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 A, 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 B, S. Məsələn, burada fikir versə, bunları bizə lazım olan kəsikdə çıxardır. Yəni, mən bunu götürəcəm maxa. Leni lazımdır deyə şeylər. Çünki max onun özünü qaytar. Max 4 dənə A-nı qaytaracaq. Deməli, belə bir şey olacaq. A, A, B, B, A, 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 B, S. 3 dənə mi yazmışam? Hə, yazmışam 3 dənə. Olsun, canım sağ olsun. Mən başıma gələ bilər. Hər kəsin başına gələ bilər. Bu regular expression niyə göstərirəm? Onsuz mən inanmıram ki, kimsə bunu işlədəcək. Yəni, səbəb də onun üstündədir. Bəzən o bir sətirlik koddan danışırlar. O kodun öyrədilməyinin məqsədsizliyini mən göstərmək istəyirəm ki, nə qədər əzbərlədə bilərsən sən bir adama. Yaxşı, burada ulduz olsaydı nə olacaqdı? Nə bilim, bu olsa nə olacaq? Sual işarəsi olsa nə olacaq? Nə bilim, orada B yazsaq nə olacaq? D yazsaq nə olacaq? W yazsaq nə olacaq? S yazsaq nə olacaq? Yəni, nə qədər possibility'si var bunun? Başdakini götürmək üçün nə etməliyik? Axırdakini götürmək üçün nə etməliyik? Məsələn, nida işarəsini qoyub biz orada fərqlilikləri götürəndə nə etməliyik? Uzun-uzadı şeylər yaranır. Ki, düzgündürmü sizcə bu? Bunun adam kimi versiyada olimpiyat səviyyəsində səmərəsiz olmağına baxmayaraq, bu versiyada çox səmərəli olan bir dənə kodunu göstərəcəm. Mənim çox xoşuma gəlir bu arada bu kod. Belədir. Ümumi olaraq götürəndə. Hansını başdan bir də götürmək olar əslində qalanda. Mənim elədiyim budur. Deyirəm ki, S bərabər input və bəsit bir koddur. While mənim bu A simvolumu yanaşı qoyula biləcək. Təbii ki, lanla da eləmək olar da, mən bunu qəsdən belə yazıram. Hansı üstə gəlmiş bir versiyası əgər ödəyirsə, yəni bunun özü ödəyirsə, bunun özü. Yəni S-in içərisində mən onu tapa bilirəmsə, bu tövün hamısını, yəni fərqlidirsə, mənfi birdən, tövün hamısını tapa bilirəmsə, onda hansı bərabərdir, hansı üstə gəlmiş bir. Print hansı. Əllə geçsəz görəsiniz, kod çox sadədir. Ağla gələn bir şeydir. Bilməm, yəqin ki, düz yazdıq. Kod çox sadə, dəhşət, ağla gələndir və yazılması mümkündür. Mənim elədiyim nədir? Deyirəm ki, 2 dənə yanaşı A-nı tapa bilirəm onun içində. Sonra 3 dənə yanaşını tapa bilirəm. Deyirəm, tapmışamsa, sonra 3-də saxlayıram, indi 3 əlimdədir. 4 dənə yanaşı A-nı yoxlayıram ki, içərisində tapa bilirəm, bunu deyir yox, deyirəm, mən onda axırıncı gördüyüm buymuş elə. Bəsitdir, bu anormal bəsit bir şeydir bu. Anormal bəsit bir şeydir.
Bunu hətta sıfırdan başlatmaq daha uğurlu olar. Çünki bəlkə də içərisində A olmayan bir şey olacaq. Deyək ki, B bir şey oldu. Yoxdur yəni. Biz burada gətirdik. Heç olmayan bir dənəsi varmı? Deyir yoxdur. Girmir, birbaşa atılır. Suala çox ilişdik. Klaviaturadan daxil edilmiş en sətri yalnız 0-9 rəqəmlərindən ibarətdir. Şifrədə istifadə olunmayan rəqəmləri və onların sayını çapa verən proqramı Pythonda yazın. Bunun sürətli yolu var. Yenə arraydən istifadə edib orada biz subtract eləyə bilərik birinin o birindən patterndan. Ya da ki, çoxluqlar nəzəriyyəsindən də istifadə edib birindən o birini çıxmağı təşkil eləyə bilərik. Ki, mən bunların heç birini eləməyəcəm. Çoxlarda da buradadır. İkisini də setə salarsan, setdən çıxardarsan, neçə dənəsi qalar falan filan oradan eləyərsən. Ki, mümkün. İndi mövzumuz o deyil. Mövzumuz nədir? Mövzumuz nə? Bu arada setdən nə cür olur? Onu elə belə göstərim. Atıram Pythonda belə bir şey götürməyə çalışaq. A çoxluğu olsun bizdə. Set götürək. Məsələn, bunu deyək. 1, 2, 3. Tamam. Ümumiyyətcə bunu götürəndən sonra bir dənə B çoxluğu olsun. O da set olsun. Hətta sıfırdan başladım. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən deyirəm ki, B çoxluğundan A çoxluğuna çıx. Fikirlərsiniz 1, 2, 3 yoxdur. Bax, B çoxluğuna A çoxluğuna çıxdım. 1, 2, 3 yoxdur. Yəni bu sualı eləmək olar. Başdan bunu saxlayırsan. Və çoxluqda element təkrar olmadığına görə, məsələn, belə bir şey mənası yoxdur, yəni. Neçə dənə yazılmağın bir mənası yoxdur. Bu sıfırlara falan bir dəfə baxacaq ona. Sonra ümumi rəqəmlərdən çıxsan sual bitir. Yəni bəsitdir əslində. Sonra sualı belə yazsaydıq, şu bəsit bir hal alardı. Atıram mən buna. Hansı bərabərdir bizdə? Setdə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dan çıxaram setdə. Daxil edilən elədir. Burada mənim elədiyim budur ki, sadəcə məsələn, listə lazımdırsa, fərq eləmir də onsuz da ki. Hansısa. Burada deyirəm ki, mən demir əslində qalanda istifadə olmayan rəqəmləri deyib, sadəcə demir nəyisə içərisində. Len hansı ki, bu da 0, 4, 0, 8, 9, nə mi, belə bir şeylər olsun da nəsə. Bitdi getdi. Bitdi getdi. Amma bunu biraz belə səliqəli yazacağıq biz. Bu səliqədən istifadə eləməyəcək göstərəcəyik. Onu necə eləyəcəyik? Belə olsun bizdəki. İçərisində olanları replace eləyə gedək. Hansını buradan götürək. 0, 1, 2, 4, 5, 6, 7, 8, 9 olsun. Və burada deyirəm for i in input. Baxın, çox bəsitdən girəcəyik. Deyirik ki, hansı bərabər, hansı replace i virgül bu. Yəni bunun içərisindəki rəqəm orada varsa onu ləğv elə bütövlükdə. Print. Ağla gələ biləcək bir şeydir. Çox da ağla gələ biləcək bir şeydir. O da listdən verib, amma məncə listə ehtiyac yoxdur. Sadəcə belə versəydi kifayət edir. Onları deyir, onların sayını deyir mən. Yəni götürüb bu nəsə belə bir şey eləyər. Burada istifadə olmayan 2-dir, 3-dür, 6-dır, 7-dir, 9-dur. Yəni götürüb əgər ki bunu listə çap eləmək istəsə, sadəcə olaraq belə bir şey eləyəcək, spesial. Yəni belə bir şey elədi. Zaten bunlar yox imiş. 6 dənə rəqəm yoxdur orada. 1 var, 5 var, 6 var, 4 var. Yəni bunlar yoxdur. 1 yoxdur, görürsünüz. 4, 5 burada yoxdur. 6 da yoxdur. Qutardı ki. İndi A siyahısının elementləri çox rəqəmli natural ədədlərdir. Və klaviaturadan daxil edilən bu siyahının hər bir elementini çox rəqəmli natural ədəd. Həmin elementin ən kiçik və ən böyük rəqəmlərinin kvadratları cəmi ilə əvəz edərək çap edən. Bir dəqiqə. Nə mənasız sual deyək. Atıram, burada nə olsun? Çox rəqəmli natural ədəd. 1, 2, 3 olsun, 4, 5, 6 olsun, 7, 8, 9 olsun. Mənə deyir ki, klaviaturadan daxil edilən bu ədədin, daxil edilən bu siyahının hər bir elementini, həmin elementin ən kiçik və ən böyük rəqəmlərinin kvadratları cəmi ilə əvəz edərik. 10, 16, başa düşdüm. Əvəz edərək çap edən proqram. Əla, onda mənim bunu durub çevirməyim daha belə məntiqsiz alınacaq. Gözləyin, yuxarıya ataq bir dənə. Input. Bunun hətta string kimi bizə çox səhv edir. Fikir versin, string kimi girmək çox səhv edir bizə. Əvəzləyərək çap etməkdən danışır.
əvəz edərək çap edir. Ona görə əvəzlənmədən girəcəm mən. Həmişə kimi mükəmməl xəttimlə yazıram. Bilirəm xəttim aşağıdadır, mükəmməlliyi oradan danışır. Bu eləyəcəyimiz nədir? Bu element array deyək buna. Array. Mənə ehtiyacı var buna. Tamam, array deyək buna. Ya da inin özü də bəs edərək. Qeyd deyək buna. Yox, array deyəcəm. Array-də nə edəcəm? Integerdə max array-in ininci indeksindəkinin kvadratı. Və yaxud da ona görə biraz şey eləmişdim ki, yaxşı, array max yazın buna, yerimi çox tutmaz. Buradan da, yəni oxun nağıllığa görə eləyirəm, yoxsa hamısını belə iç-içə yazıb bitər eləmək olar. Burada da bir dənə min yazar. En söhbətdir, bax, diqqət eləyim. Int, min, array, o da deyir ki, kvadratı. Və bunların cəmini əvəzləyəcək. Array-ini əvəzləyirik. Array max-la array-minin cəmi ilə çap edən print array qutardı. Yəni bunun string kimi qalması max-mini tapmaq üçün bizim üçün göydən düşmədi. Integer çevirsəz orada nələr var. Yəni string üstündə işləmək üçün metodlar həm rahatdır, həm də kövrəkdir. Kövrəkdən flexibility, yəni flexible belə plastikidir. Hər formanı ala bilir. Elementləri çox rəqəmli natural ədədlər olan siyahının hər bir elementini, yəni daxil edilmədiyini deyir deyə mən fərz edirəm ki, orada elə bir siyahım var. Hər bir elementin iki son rəqəmlərini kvadratları cəmini hesablayaraq çap edən. Buna elə bir işləmişik axı biz. İlk və son rəqəmləri ilə bağlı nəsə elədik. Görürsünüz, yəni yeni suallar yoxdur. Köhnənin üstündə bodybuilding eləyiblər müəyyən qədər. Mən özümə biraz susuzum ki, boğazım artıq yordu məni. Məncə sürətimi çox da qəşəng gətirmişəm. Ortada belə lazımsız bir-iki dənə kod verdim. Olimpiad suallarında məhbdən comprehension'dan istifadə eləmişəm deyə burada istifadə eləmirəm ki, kimlərsə maraqlıdırsa oradan gedib baxarlar. Normalda göstərməyəm deyə göstərim. Regular expression'dan danışdım. Bismillah. Özümə gəldim. Məsələ nədir? Gəlin buradan aydınlaşdıq. For in array deyək. Bu array'in elementlərin integer olduğunu fərz eləyəndə mən burada i-də bir string dəyişməsini keçirmək istəyirəm ki, ürəyim rahat olsun. Ya da ehtiyac yoxdur. Birinci və sonuncu elementi deyəndə if first'ü götürək. If first'ü belə götürməyə çalışaq ki, çox rəqəmli natural ədədlərdən danışır ya. Bundan əvvəlkində tam ədəd deyirdi, dəqiq ədəd deyirdi, mənfi də ola bilərdi. Bu mənfi olmaq ehtimalı yoxdur natural ədəd. Birbaşa götürəcəm. i-nin bunu götürdüm və mənə bu lazımdır integer formatında və bunun kvadratı lazımdır. Fikir aydındır burada. Son rəqəmlərinin kvadratları cəmi. Last deyirəm, last digitdən danışırıq burada. Sadəcə olaraq belə bir şey olacaq ki, əməl ardıcıllığını icra edə bilək deyə biz bunun sonuncu rəqəmini götürüb kvadrata qaldırırıq. Əməl ardıcıllığında qüvvət üstün olduğuna görə mötərizə yazmasaq, birinci onu kvadrata qaldıracaq, sonra bu icra olunacaq. Qüvvət həmişə üstündür. Və printdə burada if first plus last edirik, digitlərdən söhbət gedir, bitdi getdi. Deyir, A siyahısının elementləri natural ədədlərdir. Məsələn, bu siyahının, yəni A siyahısının da çox belə mübarək bir siyah olduğunu fərz edək. Hər bir elementini, həmin elementin tərs ardıcılığa düzülmüş forması ilə əvəz edərək çap edən proqramın partilinə yazarım. Çox bəsit bir sualdır bu. Stringdə eləmək daha yüngüldür, daha rahatdır. For in A, 100% bunu yazan adam tələbələrinə column operatorla step function üzrəm, step value-da -1 negative forwarding-lə keçidi göstərib 100%. Orada söhbət nədən gedir? Biz belə bir şey işlədəndə stringdə, bu nümunədə göstərən başmışız. Proqramdan kənarda uşaqlar nəsə əzbərləməsinlər deyə çox da belə üstünə yığmıram. Column operator bunlardır. Negativ gətirəndə siz
soldan sağa yox, sağdan sola düzülüşlərə baxırsınız və bir yazdığınız anda hər bir simvola baxırsınız. O da bunun tərsini qaytarır. Yəni uzun sözün qısası stringə çevirib, bunu eləyib integerə qaytarmaq sualı əldə edir. İndi kodların üstünü işləyib də eləyə bilərsiniz. O ayrı bir mövzudur. Da cool görünmək üçün etmək olar. Amma mən burada eləyəcəyim temporalıdır. Yəni normal əksəriyyətin ağlına gələ biləcək, kodlarda rastınıza çıxa biləcək, imtahan vəziyyətlərində. Yəni burada göstərdiyim kodları bir qıraqda qeyd edin ki, hazır məsələn sual düşdü, tap baxdın, fraqmenti gördün, hiss elədin ki, hə mən bunu bilirəm. Burada deyək ki, for she in string i, tamam mı? String kimi baxdım. İndi əllə tərsdən çevirəcəm mən bunu. Temp bərabərdir j və yaxud da deyək xərəblər kimi baxdıq da söhbətə. Bu qutardır. Əla. Ha, bir dənə söhbət var. Əgər yerində əvəzləmədən söhbət gedirsə, hətta istəyirsə bunu belə yazaq. Range sıfırdan alınan aya. Burada stringdə deyək ki, A-nın ininci indeksində duran elementdən söhbət gedir. Və həmin A-nın ininci indeksinə duran element çox üzr istəyirəm. Bunun integer variantı ilə əvəzlənəcək temporal. Yəni hər dəfə girəndə boş bir dənə string götürürsünüz, onun içərisinə bunun rəqəmlərini tərs ardıcılıqla yığıb onları integer kimi baxıb düzülür. Məsələn 100 olsaydı 1 çıxacaqdı oradan təbii olaraq və sonda print A. Bitdi. Bu hissə biraz diqqətli olmaq lazımdır. Əvəzləyərək dediyi hissəni mən biraz görmədim. Elə bildim alt-alta çap gedəcək, burada gördüm siyah çıxıb. Söhbətən sözlərin aralarında bir boşluq simvolu mətn klaviaturadan daxil edilir. Həmin mətnin hər bir sözündə istifadə olunan A simvollarının sayını boş N siyahısına əlavə edilir. Deməli, belə götürməyə çalışaq ki, hər bir sözündə deyirdi ya, yəni başdan girişi belə götürək lab, input, bu da olsun split, mükəmməllikdir. N bərabərdir budur. Şuraya inşa 50 dəfə yazdım, nə qədər yəni təkrarlama olar, hə? For i in s deyirik və n-in içərisinə append olaraq i nöqtə count a n sizə bir şey olacaq. Azərbaycanda fikir verirsiniz, böyük yayla kiçiyə fərqli baxır. ASCII kod cədvəlində də böyüyü 65-də, kiçiyi 97-də durur. Üz üstə. Kiçiyi 97-də, böyüyü 65-də durur. Hətta bunu buradan da baxmaq olar. Bizdə orada A 97-dədir. Orada bizdə bu 65-dədir. Yəni kiçik A bərabərdir kiçik A-nın böyüyə bərabərdir hal. Bu false-dur. Bir-birinə bərabər deyil bunlar. Yalan bir şeydir. Hətta buradan belə də eləyə bilərsiniz. Max bu. Belə eləsəz, orada da görürsünüz ki, balacanın nömrəsi 97-dir. Yəni, fəslini daha böyükdür. İzah edə bilirəm. Yəni, belə bir şey. Sort eləsəz falan da görəsiniz düzgün gəlir. Klaviaturadan daxil edilmiş 4 rəqəmli müsbət tam ədin rəqəmləri cəmini tapan proqram. Heç 4 yox, istəyir 100 rəqəmlərdə də olsun. Biz bunu belə eləyə bilərik. Hansısa bərabər sıfırdan gəlir. For i in input veririk. Python'da sizə rahat olun. Yəni düşünməyin ki, bu birdən blok sxemdə düşsə nə olacaq falan filan. Onun dərdini onda çəkərsən. Blok sxem üçün də tıklaması ilə onsudakı blok sxemləri çəkdik. Hansı bərabərdir? Hansı üstə gəlmiş? Integer mükəmməl. Bitdi. Print hansı? Bunu işləmişik. Neçə dəfə işləyir rəqəmlər cəmi üçün? Rahatdır. Map integer sumla da gətirmək olar. Onu göstərməyəcəm. 2003-cü ilin may ayının 1-i bazar ertəsinə təsadüf edir. Klaviaturadan may ayının tarixi daxil edildikdə bu tarixin həftənin hansı gününə təsadüf etdiyini çap edən proqramı Python ilə yazın. Giriş 16, çıxış çərşənbə axşamı. Mən niyə bunu yazmam? Bazar ertəsi. Gəlin belə eləyək. Days yazaq buna. Bazar ertəsi falan filan mənlik deyil. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı gün, yeddinci gün. Gəlin bunu belə eləyək. May ayının 1-i bazar ertəsinə təsadüf edir. Doğrudan mı eləyib heç bilmirəm. Şərhlərdə yazarsın, maraqlı gəldi. Gəlin belə götürməyə çalışaq. Mayın 1-i bazar ertəsidir.
Hətta bunu birinci gün yazaq. Onda bunun 7-si də 7-ci gündür. Diqqət eləyin. 8-i yenə birinci gündür. Bunun üstünə bir dənə də 6 gəlsə 14 eləyəcək. Onda belə çıxır ki, mənim qalıqları 1-ə bərabər olan tarixlərimin hamısı 14-dən sonra burada 15 yazsaz, 7-yə qalıqdan söhbət gedir. Bunların hamısı buradadır. Bəli. Və 7-yə qalığı 1 olanlar buradadır və 7-yə qalığı 0 olanlar da bazar günüdür. İndi əgər belə bir şey eləmiş olsaydım, 7-yə qalıqları ilə əvəzləyəndə, onda 7-yə qalığının indeksinin üstə düşməsi üçün bazar günü qabağa atmalıyam. Çünki diqqətlə fikir verin. Ədədi daxil edib buradakı indeksdən çağırmaq istəsəm, yəni desəm ki, print days, bunun içərisinə int input, yəni o daxil olan ədədin 7-yə qalığını mən danışsam, nətərsə də danışa bilməm. Onda məsələn 16 daxil eləyəndə, inputun yanına düşüb bağışlayın. Tərsizdə problemimiz. Əllə yazsam yəqin yazmazdım elə bir şey də. Bu ikinci günə çıxır. Bazar ertəsi çərşənbə axşamı, tamam mı? Yəni məsələn birinci gün daxil eləyək, birinci günə çıxır. Məsələn 7 daxil etsəm bazar günü çıxmalıdır. Son 14 də daxil etsəm bazar günü çıxmalıdır. Yəni biz bu 7-yə qalıqlarına nə çıxırsa, ədədlərin özlərini də elə düzməyə çalışmalıyıq ki, indeks çağırışlarda düzgün çıxsın. Yəni 0-da 0-dır, 1-də 1-dir, 2-də 2-dir, 3-də 3-dür. Yəni o artıq indekslə üzləşir. Gördüyümüz kimi çətin deyil. Bunu fikirləşmək biraz çətin idi, uzlaşdırmaq. Orada əksəriyyətin yəqin ki, düzəldəcəyi əlavə bir şeylər olacaq. İpləri üst-üstə yığıb bunu alt-alta yazmaqdansa bu daha belə peşək göründü. Arxadakı kod nətərdir mən bilmirəm, amma ümid edirəm bu cür qısadır. A siyahısı klaviaturadan aralarında bir boşluq olmaqla daxil edilən ədədlərdən yaradılır. Bu siyahının elementlərini tam ədədə çevirmək üçün A siyahısı splitlə daxil olunub. Yes! Bayaqdan bura qədər splitlə yazdığım şeylərin mənim düzgün olduğunu qənaətinə gətirməyimə səbəb verən koda görə hamıya təşəkkür edirəm. Bu sualın tərtibatçısına və burada olmasına görə. İlk rəqəmi 4 olanların cəmini hesablayın. Bax, fikir verin, daxil etməli ədədlər deyir və splitlə verib. Mükəmməldir hə bu? İlk rəqəmi olanların cəmini hesablayın. Gəlin belə götürməyə çalışaq. Hansısa bərabər bizdə 0 olacaq. For i in ibarət yaradılır. Onda gəlin belə eləyək. Məncə bu çox belə qəribə bir şey oldu. Ki, niyə bunu belə yazıb? Onu mən anlamadım. Deyək ki, qaqaşımızın xəttinə dəymirik. Yazan kimsə xanımca düzülür saysın. Gəldik bura. İlk rəqəmi 4 olanların if, inin ilkin simvolu eyniliklə 4 simvoludursa da if 2 yazıb, 3 yazıb dəyişib bunu eləyən. Klaviaturda baxmadan yazılan bəzən cəmindən söhbət gedir. Ansaya bunu bütövlükdə atmağa cəhd göstərəcəyik biz. Bütövlükdə atacağıq. Və bitdi. Hamı xoşbəxtdir məndən başqa. Daxil edilən sətirdəki ingilis əlifbasının hər bir böyük və ya kiçik hərf simvolunu sətirdəki indeksi ilə əvəz edərək çap edən proqramı Python dilində yazın. Sətirdəki ingilis əlifbasının. İngilis əlifbasının S indeksi ilə əvəzləyin. Yəni belə hansı bərabər deyib, bunu belə eləyək. Çünki sətirdə əvəzləmə mümkün deyil. String daxildən dəyişməyən bir tipdir. Immutable deyilən bir də anlayış var Pythonda. Mutable, immutable haqqında da müəyyən qədər danışmışıq. Yəni, immutable olanda, immutable, bu flexibility'si yoxdur daxilində. Yəni, listdə falan var, bunlarda yoxdur, onsuz dəyişə bilmərik orada. Əvəz edərək, yəni bu artıq texniki olaraq mümkünsüz bir sualdır ki, string əvəzlənmək mümkün deyil. Başqa bir yerə yığmaq olar. Yəni görüntü olaraq əvəzlənmiş görüntüyə baxa bilərik. O ayrı bir söhbət. For in input deyək. Bunun ingilis əlifbasının böyük kiçik hərf olub olmadığını belə yoxlayacağıq. Deyəcəyik ki, kiçik a ilə bunu da ki, lava eləyirik ki, yəni 2 dəfə kod yazmayayım da, böyüyün arasındadırsa, kiçiyin arasındadırsa, avtomatik olaraq z-in arasındadırsa, onda, yox, buradan belə yox. Gördünüz, qarışdırmışsınız mənim input. Burada çünki indeks ilə deyil, indeks ilə çətin olacaq biz onu düzəltmək. Range S ns
Buraları bir yazıb silib təsdiq etmə məcburiyyətində yəqin qalacaqsınız. Əgər ki bu simvolum mənim nə tədsə də arasındadırsa, onda mənim eləyəcəyim budur ki, indeksi ilə əvəz edərək i bərabərdir stringi əks halda özü lazımdır, düzdür. I bərabərdir si. Hansı bərabərdir, hansı üstə gəlir. Standart bura qədər yazdığımızda indi. Yəni biz deyirik, əgər ki bu indeksdəki element İngilis əlifbasındansa, onun indeksini string kimi götür. Əks halda elə indeksdəki elementin özü ilə davam edirik. Bitdi, getdi. Gələk, 3-də evdə olmaq istəyirdim. Gör haralardayım. Bundan sonraki də qutarıb bu. Ən azından qutarıb, biraz rahatladıq. Klaviaturadan bir boşluqla ayrılmış müxtəlif uzunluqlu sözlər daxil edilir. Sətirdə simvolların sayı ən çox olan ikinci sözü çap edən proqramın profilinə yaz. Bunu aslında bir sətirdə yazma olur. Klaviaturadan bir boşluqla ayrılmış müxtəlif uzunluqlu sözlərdən ibarət sətirdə simvollarının sayı. Mesela bunu belə eləyə bilərik. Sorted input split key len müxtəlif uzunluqludur bunlar. Ki bunun özünü göstərməm lazım. Deməli, ASD, mesela bunlar belə şeylər olsun. Azdan çoxa düzdüm. Ən çox olan ikincini burada bir reverse vurmalıyıq. Sonra bunun müxtəlif uzunluqludular. Ki bunun reverse'ında da göstəreyim. Deməli, belə olanda inanmaya bilərsən o çoxdan aza düşsün. Bunun ikinci ən kiçiyini çıxardırıq. Yəni inanmaya bilərsiniz, amma əmin olun ikinci ən uzun budur. Yəni birinci yəqin ki budur, ikinci inanıram budur. Neçədən simulation demə? 1 2 3 buradan saya. Və bu 1-ə düşürsə, yəni bundan uzundur 100%, sıdığından uzundur. Bundan da uzundur 100%, bundan da uzundur. Yəni bundan ikinci budur. Deməli bunu belə yazmanın mənası yoxdur. Niyə yazasan da? Hayda. İndi bizim burada eləyəcəyimiz nədir? Bunu izah eləməyəcəm heç. Deməli, məqsəd nədən ibarətdir? Yaxşı izahda da belə deyim. Hər birinin uzunluqları ilə baxıb, o uzunluqlarına görə onları düzəndən sonra, onların təsdiq edilmiş versiyalarına baxandan sonra orada yerləşən ikinci elementin götürülməsindən söhbət gedirdi ki, sorted keçmiş zamanda olan vəziyyətdə reversed funksiyaları siyahıya çevirmə funksiyalarıdır ki, return-da cavab qaytarır. Amma metodları, sort və reverse metodları return-da cavab qaytarmır. Onları nəyisə mənimsədə bilməzsiniz. Bunlar mənimsədilir. Ehtiyac yoxdur bunları əzbərləməyə. Məsələn nədir? Bu sual biraz çətindir. Ciddi çətindir. Bunun üçün biz nə edirik? Bubble sortdan falan istifadə eləmək olar. Mənə elə gəlir ki, sualın özü bubble sortda yazılan bir sualdır. Mən elə düşünürəm. Sözlərdən ibarət sətirlərin bunların lenlərinə baxıb əvəzləyə gedəcəkdir. Okey yəni. Ola bilər. Onda belə eləyə bilərik. Çox maraqlıdır. Bubble sort çoxdan da yazmamışam. Input split. Niye bubble sort işte? For i in a range. Range'e ne inemeliyim ben? Bir dakika. Sıfırdan len araya, tamam. Len araya for i in range. Sıfırdan len array çıxılmış i. Məncə çıxılmış bir də götürə bilərik burada. Len array çıxılmış bir ya da üstə gəlmiş bir də götürmək olar. Bilməm, məncə ehtimal üstə gəlmiş bir deyək. Belə götürmək olar. İyə qədər buradan təslim etmək. Hə, bir götürmək olar. Deməli, mənim eləyəcəyim nədir? Out of range xətası verərmi? Bir dəqiqə. Out of range xətası var burada.
Hə, düz. Deməli, məsələ nədir? Burada bizə lazım olan uzunluqlarına baxaraq bunlarda yer dəyişməni həyata keçirtməkdir. Azdan çoxa düzməliyəmsə, deyək A elementi var, bir də B elementi var. Yox, çoxdan aza düzməliyəmsə, böyük olan solda qalmalı. Deməli, bu vəziyyət varsa, bunların yerini dəyişməliyəm mən, düzdür? Yəni, onda mənim eləyəcəyim belə bir şeydir ki, if len array-in j-ci indeksindəki element kiçikdirsə, len array-in j plus birinci indeksindəki elementdən, onda bunların arasında yer dəyişmə üçün temp array-in j-ci. Hətta burada şey də göstərməm. Bizim unpacking üçün işlətdiyimiz birbaşa çevirmə var. Məsələn, belə bir şey eləyə bilərik. Deyək ki, A elementimizin dəyəri 5 olsun, B elementimizin dəyəri 6 olsun. Birbaşa çevirməni belə həyata keçirtmək olur. Yəni, məsələn, artıq A yazanda 6, B yazanda 5 çıxacaq. Onu belə eləmirəm, daha açıq vəziyyətdə eləyəcəm. Burada eləyəcəyimiz nədir? Array-in j-ci indeksindəki elementin yerinə array-in j üstə gəlmiş birinci indeksindəki elementi yazır. Array-in, bəlkə də asan bir yolu var, mən bu dəqiqə ağlıma gəlmir. Yəni, görən kimi Bubblesoftdan git deyib, eləcəm mən. Bu olandan sonra, gəlin belə bir dənə yoxlayaq. Məncə çoxdan aza düzüb. Yəni daha dəqiq yoxlaya bilmək üçün 2 dənə nəsə belə bir şey eləyək. Ki yəqin ki düzdür. Bunu da. Bu kimin ağlına gələr imtahanda? Yox, lənət bunu belə də eləyə bilərsiniz. Çox da buralara fikirləşməyə ehtiyac yoxdur. Bu hissəni belə yazarsınız. Leninə görə düzdüyünüzə görə ardıcıl baxa-baxa geysiz. Başdan axıra 100 dəfə. Səmərəliliyi 0 olsa da ən azından işləyir. Nə istəsən. Bir dəqiqə. Üzülürsən. Burada üstə gəl birdən geri idi. Burada çıx bir yazmaq məcburiyyətindəsiz. 100%. Variant yoxdur. 100% da yəni. Bu şəkildə gedəcək. Mənim gözümdən o qaçdı. Burada üstə gəl bir deyirsiniz də, yəni axırıncı indeksi götürsək, ondan sonra element yoxdur. Axırdan ikincidə artıq dayanmalıyıq biz orada. Belə gedək. O əslində çətin deyil. Başdan sona baxırsan hamısına. Bu n-in kvadratı ilə gedir, düzdür, bigosu. Deyirsən ki, uzunluğuna görə kiçik olan varsa, yəni bu böyük həmişə bizdə solda qalmalı, çoxdan aza düzülürsə, yəni tərsindədirsə də, o zaman yer dəyişməsini aparırsın. Bayaq dediyim məntiqdən eləsəz, belə bir şey gələcək bu. Bu gəlir belə. Burada gəl bunları bir damcı sıxlaşdıraq ki, yazının görüntüsü pis görünməsin. Bilməm, bəlkə də arxadakı cavabda bir şey də yazıblar, mən bilməm. Daha bir fərqli bir yaxınlaşma ilə falan deyəməyəm. Ona baxmaq olar. Amma belə homojen. Neysə, oxunaqlıq etdi. Beləsə, eyni məntiqdə alanda yer dəyişmək istəyirsiniz. Bunun yerinə bunu göndər, bunun yerinə bunu göndər. Amma bir sətirdə olmalıdır da bunlar. Çünki birinci bərabərliyin sağı işləyir deyə buradan tuple çıxaracaq. Tuple-da unpacking mənimsətmə eləyəcək, orada assignment verəcək, oradan çıxardacaq. Belə çətin bir şeydir mi? Məncə deyil, amma sualın özü əslində rahatdır. Sadəcə dərslikdən çıxmadan yazmaq istəyən adamın beyni biraz fərqli işləyir. Ona görə bayaq fikir versəz, kodu birinci yazanda keydə len vermişdim. Yəni burada da fikir versəz, sortingi if-də len-lə işləyirdik. Klaviaturun arasında bir boşluq olaraq daxil edilmiş sətirdə ən çox təkrarlanan sözü çap edən proqram Python-da yazın. Qeyd sətirdə sözlər təkrarlanır. Bu da asandır. Təkrarlanma sayı ilə də sort eləyib eləmək olar. Təkrarlanması üçün account falan yazacaq orada. Yaxşı. Burada sadəcə belə eləyib bəsimizdir. Yəni biz deyək ki, ən çox təkrarlanan söz çap eləyəndən söhbət gedir. Hansı 0 olsun? Hansı deməyək burada? Count deyək. Count 0 olsun. Başda 0 götürək. For in. Bir də burada bir array götürək. Array bərabərdir input. Burada split. Bunu götürəndən sonra array'in içərisindən giriş eləyəndə bizim deyəcəyimiz bu olacaq ki, count i bərabərdir array.count i.
Və burada deyirəm if count i böyüksə mənim countumdan daha böyük bir dəyər tapmışamsa, onda count bərabər olsun count i-yə sözü gedən ən çox təkrarlanan. Onda burada da deyəcəm hansısa bərabərdir məndə i-yə. Sıfırdan başlayıb da ən az bir dənə olan olacaq burada. Burada print hansı? Onu daha sadə yolla da belə eləmək də mümkündür. Print şeydə Max'la da vermək olar. Max. Arada çok bir işleyim tutuyor billah. Bunu qırağa verməliyəm ki, işlədə bilim. Deməli, bunun içərisindən sayacağım ona görə. Deməli, array bunu içəriden sayacağım axı ki, burada array'in içərisinə count atlayıram. Məsələn, AA, BB, BB 2 dəfə olsun, sesi olsun bu. Array'in içərisinə hər bir elementin sayına görə maksına baxıb çıxardım. Bundan əvvəlkinə də baxsaq eyni şeydir əslində qalanda. Yəni eyni şey də, yəni birə-bir eyni şeydir. Sayına görə baxıb çıxardım. Eyni şeydir. Yəni bu içəriyə atıram, array'in içərisindən götürürəm. Sən burada da AA, BB, BB, SS eyni şey. Gəldi bu da o max means falan filan ona o qədər belə fərqli istifadə yolları var ki, yəni sualları tətbiq edəndə özün görürsən ki, qardaş 10 sətirlik kodu bir sətrə gətirə bilən şeylərdir. Anormal dərəcədə gözəldirlər. Amma dərslikdə çox şey yoxdur. Mən də yormaq istəmirəm uşaqlar. Amma kitabıma salmışam, dərslərdə biz keçirik şükür Allah həmd olsun. Map'i keçmirəm, işlətməklərinə də qarşıyam uşaqlarım. Map işlədirlərsə deyirəm yanına bir list atın elə işlədin. Normal comprehension eləmək daha məsləhət görürəm. Sizə də məsləhət görürəm. Biraz oradan buradan nəsə kod görmüşsünüzsə də hop deyə cummayın ki, işlədə biləcəm. Bəlkə düzgün yerdə, düzgün vəziyyətdə, düzgün məntiqdə işlətmirsən. Elementləri klaviaturadan daxil edilən n sayda tam ədəddən ibarət siyahıda ən böyük mənfi ədədlə ən kiçik müsbət ədədin cəmini müsbət bu nədir? Bundan əvvəl bu sualı işləmişik. Maximinlə bunu eləmək olur əslində qalanda. Maximin üçün hazır funksiya göndərmək lazımdır ki, ora hazır funksiyada biz götürürük ki, ədədlərin əvəzlənməsi gedir. Ən böyük müsbət axtarır deyə. Bizə deyir, ən böyük mənfi ədədlə, maxda ən böyük mənfi ədəd tapmaq üçün hazır lambda veririk ki, belə ifadə eləyək də, müsbətsə ona mənfi sonsuzluq kimi bax, əks halda özü kimi bax. O məntiqlə baxandan sonra maksını çıxarda bilir ki, bir göstərin başa düşəsən. Sən atıram. Daxil edilən n saydı. Onsuz bu səhvdir. Bu aşağıdakı girişin sual aidiyyatı yoxdur. Array'in özünü götürək. Array'in özünü götürəndə burada deyək input nöqtə split. Hələ də map yazmıram yəni düşünür. Məsələn, ən kiçik ən böyük belə təyin etmək mümkündür. Buradan max deyək. Ədədin özünü götürməkdən danışıram bu dələ ki. Array'in içərisindən key value-da deyirəm ki, lambda x-də, yəni x parametri olaraq göndərdiyim parametrdə icra eləyəcəyimiz dəyərləndirmə belə olacaq ki, bu bizdə integer x kimi qayıdacaq. If integer x böyüdürsə, biz üzrdən kiçikdirsə, max axtarıram sıfırdan, else float bunlara bana bir mənfi tapaq. Məncə düzgün işləməlidir. Infinity. Məsələn, mənfi 5, 8, mənfi 3, mənfi 45, bu mənfi 3-ən böyüklər. Yəni, çətin olmayan bir məntiqdən sürət tapıb, minimumu da burada eləmək olur. Burada cüz dəyişiklik edirsiniz, bunu müsbət edirsiniz. Minimumda elə tapmaq olur. Lambda expression'dan hazır funksiyanı içəriyə parametr kimi ötürməklə, onun üzərində işləməklə apara bilirik. Əslində qalında bu əvvəldə yazdığımız kodun eynisidir. Bu da Turner operatordan istifadə edirik. Turner operatorda deyil, Turner conditional statement checkingdən istifadə edirik burada.
üçlü şərtin yoxlanılması məntiqindən and-dən də istifadə eləmək olar bunu. And-dən istifadə eləmək olar burada. And-dən nə istifadə eləyəcəyik? Deyə bilirik ki, bu şərtsə də o birinə keç, o birinə keçirsə dayanacaq. Onda belə eləyəcəyik burada. Bunu götürəcəyik. Burada and verəcəyik. Burada bunu eləyəcəyik. Burada da ki, or verəcəyik. Belə olsa, bu düzdürsə də, true'dursa da keçəcək buna. Bu mənfi də olsa 0 deyildi, onsuz da burada dayanacaq. Düzdür. Onsuz da deyir ki, klaviatur en sayı tam ədədlərdən ibarət siyahı. Yəqin ki, 0 deyil də bu. Əks halda bunu göndər. Yəni belə də eləyəndə and-lə or-la eyni prinsipə gəlməli. -8, -1, müsbət nəsə, belə bir şeylər, mənfi nəsə, -1-i qaytaracaq. Eyni şeylər. Buradan gəldi bura, buradan da gəldi, o da yoxdursa, eyni şey. Minimum üçün də oxşarını eləmək olur. İndi məsələ nədən ibarətdir? Bunların yazdığı kimi olsa mən daxil eləməyəcəm, biraz fərqli kod yazacağam. Siz istəyirsə eni daxil eləyin, alt-alta çapdan söhbət gedin, nə bilim nə. Ya da onların yazdığı kimi elə. En bərabər int input götürək buradan. Int input götürəndən sonra deyək ki, minimum bizdə pozitiv olacaq. O bərabər olacaq floatda, burada olacaq infinity, müsbətdən söhbət gedir. Maksimum negativdən söhbət gedir. Maksimum üçün aşağıdan yuxarıya gedirsə, yəni yuxarıdırsa da bura qədər aşağıları görmüsünüz. Məntiqlə düşünün. Float əgər aşağıdan tapılırsa bura qədər yuxarıları görmüsünüz. Yəni aşağıda dayanmışsınız. Ona görə yuxarıdan düşürük birincidə. Burada vəziyyət biraz fərqlidir. Bəli, mükəmməl. İndi gəldik. Body in range burada da. Hələ dəstək çərçivəsinə çox yaxın gəlmişəm, açıq danışıram. Çox da çıxmadım kənara. Ədəd daxil olacaq. X bərabər, oradakı x bu x-dir. Int input. Və burada deyirəm. If mənim x dəyərim əgər ki minimumdan söhbət gəlsə, minimum pozitivdən söhbət gedir. Bu şey pozitivdir və minimum pozitiv dediyim şeydən daha balacaqsa, deməli ən minimum pozitivim budur. Çox pozitivəm. Və else nə idi? Else if deməkdir, else onsuz da. Bizim maksimum negativdən daha böyük olan bir negativimiz varsa, ki nə gözəl yazdım. Hələ də yazıb tuturam da. Deməli maksimum negativ bərabərdir negativ. Bu qutarı çox mənasız bir şey gedib ortada. Həqiqətən mənasız bir şey gedib. Burada eləyəcəyimiz nədir? Printdən əvvəl nə eləyəcəkdim? O yadımdan çıxardım. If max, bu da mötərizədədir. Max negativ plus minimum pozitiv, düzmü gəldim. Divide by 2 reminder to equal to 0. Müsbətdir, mənfidir söhbəti. Ay, mən müsbətdir, mənfi də axtarıram. Gəldik bura 0. Müsbətdir. Müsbət. Yəni onu mən 2 dəfə yoxlamalıyam. Mən onu bir qıraqda saxlayayım. Bəlkə bu 0-dır. Bir dəqiqə. Müsbət deyil deyib. Hə, 0 olduğunu yoxlamır. Onda plus sign verirəm. AD'ye sağ olsun 60 qəpik kartından çıxdı indi. Deməli, print not plus. Getdim. Bilməm, nəsə problem olmuşdu. Kartı buradan çıxmadı. 1 manat 20 qəpik çıxdı həmin gün mənim kartımdan. Halbuki mən 28-dən yana Ryzenə gəlmişdim. Yəni, ən uzaq gerilə biləcək məsafəni çıxdı. Nə də öz serverləri işləmir. Nə dərəcədə düzgündür bu? Nə dərəcədə düzgündür də? Məsələ o 60 qəpikdə deyil. Yəni, bir dənə məndə olmayıb da, bu nə qədər insan həmin gün oranı işlədib və hamı max məsafə ilə pul çıxılıb kartından. Ki, nə də onların serveri işləmir. Hər gün belə olsa, düz yer rahatlığa görə mən verərəm. Mən yenə də o pulun dərdində deyiləm. Amma gör nə qədər adama pul fərq edir bir sistemdə. Yəni, öz səhvlərində belə adamlar qabaq düşür, onu demək istəyirəm. Mən səhv eləsəm, cibimdə pul saxlamazdı. Klaviaturanın daxil edilən sətirdəki böyük hərf simvollarının sayını, kiçik hərf simvollarının isə özlərini çap edən. Nətər çap eləyəcək? Alt-alta yan-yana. Gəlin belə eləyəndə
Sətirdəki böyük hərf kiçik hərfi nə cür ayıracağıq? Onu belə deməyib axı. Is love is apa ilə seçmək olar. Amma hər lava sapasından fərqli olan gəlin dostlar əylənək, deyək, gülək. Onda belə eləyək. Klaviatura daxil edilən sətirdəki. Deməli, count götürək. Burada for in input və eləyəcəyimiz nə? If i nöqtə up 100% əmin olaq ki, bu hərfdir. Nədirsə də bu şey hərfdir. Dərslik çərçivəsində deyirik bu. Hərfdir. Balacası böyüyündən fərqlənir. Əminik, yəni 1-dir, 2-dir, 3-dür, 4-dür bu deyil. Amma ərəb hərflərində belə problem var da. Ərəb hərflərinin balacası böyüyü yoxdur məsələn. Ona hərf deyil demək nə dərəcədə düzgündür. Məsələn, İranlıların işlətdiyi, Puştuların işlətdiyi Pakistanda falan filan. Hindistanlıların mən bildiyim qədərilə yazısında böyük kiçik yoxdur. Çinlilərdə hieroqlifdə böyük kiçik yoxdur. Tamam, o hieroqlifdən başını buraxaq da. Bəzi dilləri gətirsək, məsələn, Almanlarda 2 dənə sını yanaşı yazmaq yerinə bir dənə hərfdən istifadə edə bilirlər. O da böyük hərf, kiçik hərf kateqoriyasına girirmi? Nətər yoxlayırlar onu? Onu bir Allahın qulu izah edə bilirsə problem yoxdur. Eyniliklə əgər ki, yekəpər vəziyyətinə bərabərdirsə, onda mən nə edə bilərəm? Bunun böyük hərf olduğunu fərz edə bilərəm məncə. Ki, bunun fərqli bir yolu da var. Else, artıq bu fərqlənirsə fərz edirəm ki, bu hərfdir. Özlərini çap eləyir. Bu da belə bir şeydir. Niyə belə oldu bilmirəm. Yəni, bunda sonra çap eləyərik də böyülənir. Tamam, bunu yoxlamaq üçün fərqli bir şeylər var. Məsələn, belə bir şeydən istifadə eləmək olur. Biz, məsələn, deyə bilirik ki, A bərabərdir. Nə yazsın bilmədik. A-nın uppercase'i fərqlidirmi A-nın lowercase'indən? False-dir. Niyə? Çünki birin balacası böyük yox. Amma A-nı mən belə eləsəm, ki, ümid edirəm. Bunu mən belə eləsəm, hə, true deyir. Ümid edirəm ki, yəni bu məntiqdən düz gəlir. İndi mən burada belə bir şey eləsəydim, is up eləsəm, bu böyük case-dədirmi? Deyir, yox. Çünki A-nın özü bizdə balaca case-dədir. Amma mən bunu məsələn is love eləsəm, love, bu true deyir. Məsələn, A-nın özünü birə bərabər eləyin. Is love deyin, false verəcək. Is up deyin, yəni false verməyəcək. Bəziləri sadəcə bu istiqamətdə yoxlayır. Özü böyüyünə bərabərsə böyükdür kimi. Amma birin balacası böyüyünə bərabərdir. Yanaşma düz deyil. Yəni, ən az yuxarıdan belə bir şeylə gəlməlisən ki, böyüyü balacası anlayışı olan nəsə olsun, onun böyüyüdürmü? Belə gətirmək lazım. Dərslik çərçivəsində geyiriksə də. Mən bilməm nə dərəcədə izah edə bilirəm. Keçdik. Klaviaturadan daxil edilən sətirdə bütün Z simvollarını A, D simvollarını K ilə əvəzləyib. Digər simvollar isə olur ki, bu A-nı B ilə, B-ni A ilə əvəzləmək sualı ilə eynidir deyə. Bunu skip eləmək istəyirəm. Oradakı şərtdə nə demişdim? If i eynilik ilə A-dırsa da i-ni götürüb B ilə əvəzləyib. Bu da Z-dirsə də A ilə, D-dirsə də K ilə əvəzləyəcək. Həmin sual tapın, A-nı B ilə, B-ni A ilə əvəzləmək sualı. Bu onunla bir damcı fərqlənir. Yəni, sadəcə olaraq burada bu olanda, orada i-yə B verəcəyiz, i-yə A verəcəyiz. Yaxşı yazmayıb. Bəlkə keçib. Bəlkə keçib. Axır ilə gəlmişik də tutaraq. Qotaydı. Bir mahnı var idi. 2 mahnısı yadımdan çıxdı. Eşkimiz elə bu qədərmiş. Məhəbbət qürbətə gedərmiş. Bilməzdim. Heç bilməzdim. Səsim də yox. Gəldik bura, elif, eyniliklə bizdə D-yə bərabərsə. Bəzən elifi başa düşmür uşaqlar. Yəni, bu şərt ödənmədikdə bura keçmək. Eyni vaxtda Z-də və D-yə bərabər olmayacağına görə. Amma bura if yazsaz, onsuz da D-ni yoxlayıq deyib xəta verməz olsun.
Biz burada olanda bunu K ilə əvəzləyirik və deyirik ansızın üstünə hər vəziyyətdə gəl bir dənə in. Bitti. Burada elədiyimiz nədir? Z-in yerində A, D-nin yerində K başqa vəziyyətlərdə özü gəlib çıxır. Daxil edilən natural ədədin ilk və son rəqəmini düzəldə biləcək ən böyük ədədi müəyyən edərək çap edən Aa, Allahım sən mənə səbir ver. Eyni sualdır. Elə bir iki sualı birləşdiriblər burada. Bayaqdan gəlir də birinci, sonuncu, birinci, sonuncu, birinci, sonuncu, birinci, sonuncu, birinci, sonuncu, birinci, sonuncu. Burada lap iki versiyada onları birləşdirib maksını da çap eləyə bilərsiniz. Çox mənalı alınır onda. String kimi birləşdirə bilərsiniz təbii olaraq. Təbii yollarla bunu həll etmək mümkündür. Məsələn, belə bir şey eləyə bilərsiniz. S bərabər input verərsiniz. Gəlin baxaq. S1 bərabərdir ya da S first deyək. Bunun birinci simvolu olsun. Sonra S last da bərabər olsun. Bunun sonuncu simvoluna. Düzdür? Qəşəng. Sonuncu simvolundan nəsə götürə bilərik. Dərslik çərçivəsində götürəcəm onda. Mükəmməl. Və bunu eləyəndən sonra bəsit bir yoldan sadəcə bunu eləyirik biz. Ən böyük ədədi max SF üstə gəlinmiş SL ya da SL üstə gəlmiş SF. Bitti. Məsələn, belə bir şey daxil eləsəm 65 çıxacaq. Çünki 56 string kimi birinci simvolları müqayisə eləyirdi. Birinci simvol böyük olan məntiqin, nostam simvollardan ibarətsə böyük olan böyük çıxacaq orada. Uzunluqları eyni çünki bunların. 65 ilə 56-da avtomatik olaraq 56 balaca qalır birinci simvol. 65 çıxacaq bax. Belə bəsit bir yolla getmək mümkündür. Yəni maksimumunu düzgün işlədə bilsəniz çox bərəkətli funksiyalardır. Ümid edirəm açıqlayıcı, faydalı, öyrədici bir video oldu. Sağ olun, salamat qalın. Yorğun vaxtımda 1 saat 51 dəqiqə. Neçə dənə sual var idi bilmirəm, amma məncə 127-dən başlamışdıq. 127-dən gəlin 176 çıx 127 eləyə çıxıb bir gəlmək. 49 dənə suala sərf elədiyim 51 dəqiqəni, o da bizdə yəqin ki 111 dəqiqə eləyəcək. 49 suala böləndə 2 dəqiqə bu qədər. Açıq tipli suallar sonra da boş-boş danışdığımda nəzərə alınca çox da idealdır. Hələlik sağ olun, salamat qalın, özünüzə yaxşı baxın və elədə bildirirsiniz ki, nələri başa düşmədiniz. Onları biz Telegram qrupunda soruşa bilərsiniz. Energetik olaraq saat 4-ün yarısına yatacağım. Hələlik.